Birinci sual modulun integral mövzusunda modulun açılış qaydasıdır. Modulun açılış qaydasını artıq biliriksə, integralla bağlı məncə pis bilmirdik. Yəni burada A variantı 18 cavabı alınırdı. Əgər Bəli, istəyirsinizsə əgər yazaq. o aralıq 2 ilə 3 aralığı hansı modulda müsbət çıxsa özünü yazırıq, mənfi çıxsa əksini yazıb Tamamilə hesablayırıq. doğrudur. Bunları ayıraq Mən düz öncədən. yazmışam. Hə, Orada səhv öncədən var. ayıraq, öncədən ayıraq. Məsələn, Kübra müəllimədə baxdım, bəzi baxmışam əslində. Prosta məsələn deyə bilərəm də orada. Məsələn 66 yazıb bir sualda bölməni səhv bölüb, deyəsə 11 yazıb, yadıma nəsə elə bir deyəcəm indi baxanda baxarıq. Deməli burada biz 2 ilə 3-ün arasında bu modulun içinin müsbət olduğuna görə olduğu kimi açırıq. Olduğu kimi açan kimi deməli bunu atırıq. Düzdürmü? Bu getdi. Və bu zaman bu mötərizə ilə əvəz elədik və bunu da tapmaq üçün nə edirik? X-in üstünü bir bayda artırıb alınana bölürük. Doğrudurmu? Amma bir də belə eləyə bilərik. Bir də belə eləyə bilərik. İçini öncədən açıb islah edib sonra gedə bilərik. Zaten bunlar bir yerdə edilər. Doğrudurmu? Mən özüm ayırdım bunları. Bəli. Məsələn, lap ayrı verə bilər. Ayrı-ayrı integralını tapıb çıxada bilərik və yaxud da biraz sadələşdirib sonra x çıx 7, 2 ilə 3-ün arasında burada məsələn, bəzən ola bilir ki, biz bölürük. Məsələn, deyək ki, 5-dən 9-un arası olsa, 5-dən 7-yə kimi bir baxmalıyıq. 7-dən 9-a bir baxmalıyıq. Hal-hazırda 2 ilə 3-ün arasında modulun içi mənfi elədiyinə görə bir dənə qabağına işarəni dəyişin. Bax, burada bir dənə üstəgəl qoydum. Gördünüz, bu işarəni dəyişdim, bunu mötərizəyə qoydum. Və sonra bunu bir yerdə eləsəz daha tez olur əslində. 5x-dan x-i toplayırsınız 6x, ondan da 7-ni çıxırsınız 3 eləyir və bunu tapmağa çalışırsınız. Bu da 3x kvadratı verəcək, 6x verir, bu da 3x verir və ondan sonra sərhədləri 2-dən 3-ə hesablayırsınız, 18 cavabını alırsınız. Keçək ikinci suala. Deməli, ikinci sualda deyir ki, Burada 0,2 müəllim Bəli. 4 ya da 5 səhv eləmirəmsə ehtimal olmalı idi. Digərlərini rahat yazmışdım, amma bu içini yaza bilməmişdim. Tamam. Deməli burada 6, 8, 9 vermişdim. Bu rəqəmləri müxtəlif olan 5 rəqəmli ədədlər yazırıq bundan. Bunları özüm yazdığıma görə uşaqlar, orada müəyyən tutaq ki, variant düz gəlməyə bilər. Özə inanırsınız elə tələsiyinə yazmışam bunları. Ona görə amma yəni baxın da indi görəcəyik ki, xeylisi düzdür yəni. Suallar hamısı qaydasındadır. Məsələn 0, 2, 4, 6, 8, 9 rəqəmlərindən istifadə edərək rəqəmləri müxtəlif 5 rəqəmli ədədlər yazırıq. Bu 5 rəqəmli ədədlərdən neçəsində 6 rəqəmi var. Yəni bizə istəyir ki, 6 rəqəmi olsun. Bu 6 rəqəmi olsun nə deməkdir 6 rəqəmi olsun? Məsələn, gəlin biz əvvəlcə belə fikirləşək. Bütün 5 rəqəmli ədədlərin sayını tapaq. Bu zaman sıfırdan başlaya bilmədiyinə görə, yerdə qalan 5-in hər birini bura qoyuruq. Yəni 6 da iştirak etsin. Baxaq görək nə olur. Və bu zaman 0 təzədən dövrəyə qayıtdığına görə, bura daxil olduğuna görə təzədən 5 dənə, sonra 4, sonra 3, sonra 2. Çünki rəqəmləri müxtəlif dediyinə görə diqqətli oluruq. Burada bir-bir azaldır. Nəticədə burada 600 dənə belə ədəd yaranır. İndi biz çalışırıq ki, 6-nın iştirak elədiyinə baxaq ki, daha doğrusu 6-nın iştirak etmədiyinə baxaq ki, yerdə qalanlarında 6 iştirak edəcək. 6-nın iştirak etmədiyini axtaraq. 6 iştirak eləməsin. Yəni 6-nı qırağa tollayaq. 6-nı gizlətdik. Nə görürsünüz? 0, 2, 4, 8, 9 görürsünüz. Hə, bu zaman 6-nın iştirak eləmədiyi olanda 5 rəqəmli deyir axı. Düzdürmü? 5 rəqəmli ədəd deyir. Biz 5 dənə xətt çəkdik. Hə, deməli 0-dan başlaya bilmədiyinə görə 4, təzədən 0 olduğuna görə 4, 3, 2, 1 yazdıq, qurduq. Buradan da alındı 96 səhv. İndi 600-dən də 96-nı çıxırsınız. Deməli tərs düşünməyi öyrənin. Çünki imtahanlarda daha çox bu şeyə də üstünlük verilir. Oldu mu? Bu da C variantıdır bizim testimizdə, sualımızda. Üçüncü suala baxırıq. Bir üzündə xəritə şəkli var, digər üzündə rəqəm yazılıb. Bu metal pulu 10 dəfə atırıq. Ən azı 8 dəfə rəqəm üzü düşsün. Demək 10 dəfə atış baş verəcək. Bernoulli düsturu demişik bunu. 10 dəfə atılacaq. Ən azı Kübra müəllimə bunu rahat yazıb. Mən gördüm onu. Ən azı 8 dəfə rəqəm üzü düşsün. Yəni Bernoulli düsturunu tətbiq eləmədən də yazmaq olur. Yəni amma həmin düsturda da eyni forma sayılır. Yəni məsələn deyək ki, əlverişli halların sayını tapmaq üçün necə yazmaq lazımdır? Əlverişli halların sayı
Məsələn Ən az 8 dəfə 8 isə ondan 8, ondan 9, ondan 10 tapmaq lazımdır. 8, Cəmləmək lazımdır. 9, 10 dəfə düşə bilər. Doğrudur. Biz Amma bunu mümkün hallar isə 2 üstü 10 şəklində olur. Yəni tamamilə doğrudur. Tamam. Bernoulli düsturu bizə belə təklif eləyir. Deyir ki, ondan 8-i yazdın. Uğurlu hallar, məsəl üçün 2 də 1-dir. Çünki niyə? Metal pulun 2 üzü var. Rəqəm üzünün düşmə ehtimalı da 2də 1-dir. O birisi üzünün düşmə ehtimalı da 2də 1-dir. Məsələn, bizdən indi soruşur ki, tutaq ki, rəqəm üzü düşsün. O fərqi yoxdur hansı üzün deməsinin. Rəqəm üzü düşsün. Təbii ki, burada 2də 1-in üstündə 8-i yazırıq. Uğursuz hadisəni də bura yazırıq. Üstünə 2 yazırıq. Doğrudurmu? Üstə gəl. Bunu ondan 9-a da şamil eləyirik. Davam eləyirik yəni. Ondan 9-da da yenə 2də 1-in üstü 9 yazırdıq. Demişəm bunu. Vurulsun 2də 1 uğursuz hadisə. Üstə gəl. Kombinezon 10-dan 10 yazırıq. 2də 1-in üstü 10 yazırıq. Burada o birisini yazmağa ehtiyacı yoxdur və bunu hesablayırıq. Hesablama zamanı necə daha qısa, rahat hesablaya bilərik? Təbii ki, hamısında fikir verin. Burada da 2 üstü 10 var. 2də 1 üstü 10 var. Burada da 2də 1 üstü 10 var. Burada da 2də 1 üstü 10 var. Yəni bir növ 2 üstü 10 məxrəcə düşür. Kübra müəllimin yazdığı kimi 10 üstü 8, kombinezon 10 üstü 9, üstə gəl kombinezon 10 üstü 10. Pisdə yazsam başa düşdünüz. Və bunu da hesablamaq lazımdır. Hesablama zamanı 10 üstü 8 zaten 10 vur 8 bölü 2'dir. Çünki ondan 2 kimi baxıram olaya. 10 vur 9 böl 2. Ondan 2 kimi baxıram. Düzdürmü? Buradan da burada alırıq 45. Deməli bu 45'dir. Kombinezon 10'dan 9 bizə elə 10'dan 1'i verir. Yəni 10. Kombinezon 10'dan 10 da 1'i verir. Doğrudurmu? Bu 56 eləyir. Bu da 2 üstü 10 eləyir. Sonra bunu sadələşdirmək lazımdır. 56 bölünsün. 56 8 vur 7'dir. Burada 2 üstü 10. Bəli, 2 üstü 7 burada qalır. Çünki 8 2-nin kubudur. 7 də yuxarıda qalır. Deməli 7 bölünsün 128. Bu 7-dir. 128. Deməli bu cavabı alırıq. Y variantı olmuş olur. Doğrudur. Növbəti sual. İndi hərə öz yazdığına fikir verir ki, orada nəyi səhv yaza bilib. Kübra müəllim, bunu düz yazmışdınız, eləmi? Mənim düz edim. İndi baxıram mənim 4-cü sualda 126-nı 6-ya bölüb 11 yazmışam. Bəli, onu mən görürsünüz, mən ona baxmışam demək ki, amma yəni prosta yazmamışam ki, bu şeydir, bu səhvdir, burası səhvdir, orası düzdür, dediyim kimi. 1001 sayda ardıcıl tək ədəd, məsəl üçün cüt ədəd verə bilər, tək ədəd verər. Baxın, ədədin ədədi ortası, bu qədər ədədin ədədi ortası m-dır. Ümumiyyətlə, ardıcıl tək ədədlər, ardıcıl cüt ədədlər, ardıcıl natural ədədlər olanda ədədi orta nədirsə, median da odur. Yəni, çünki məsəl üçün, baxın, 1, 2, 3 dənə götürdüm. Bax, həm mediandır bu, həm də ədədi ortadır. Və yaxud da 2, 4, 6, 8, 10 götürdüm. Məsələn, burada 6 bizim üçün həm median olacaq, düz ortada yerləşir, həm də ədədi orta olacaq. Düzdürmü? Çünki ədədi silsilə yaradır. Yəni, bu formada toplayın sayına bölün, yenə şey görəcəksiniz. Aydındır. Məsələn, bura 10, bura 12, dəqiqə, 12, 12, 24, 30, 30'u da 5'ə böləndə 6'nı tapacaqsınız. Bu belə. Deməli, üzr istəyirəm, hara getdi bu? Bir dəqiqə. Aha. Deməli, bunu silirdim. Ona görə silirdim. Belə. Aha. İndi deyir ki, biz bunlara nə əlavə eləsək, hər birini 15% artırsaq. Deməli, 1001 dənə ədədin hər birini 15 artırsaz, yeni alınmış ədədlərin, yəni 15 artırsaz hər birini, yeni alınmış ədədlərin ədədi ortası deyir ki, 141 çıxılsın 5m olar. Burada əsas məsələ 1001 dənə ədədi ümumiyyətlə yazmaq deyil. Əsas məsələ dərk eləməkdir ki, hər bir ədədin üzərinə 15 əlavə eləsəz, ədədi orta ancaq 15% artar. Yəni bu qaydanı niyə? Məsəl üçün, tutaq ki, siz götürmüsünüz 1, məsəl üçün 3, 5, məsələn.
Bunun da üstünə 15 gəlsəz, bunun da üstünə 15 gəlsəz, bunun da üstünə 15 gəlsəz, bu ədədi orta m-dırsa, indi olacaq m üstəgəl 15. Qurtardı getdi. Yəni burada artıq fikirləşməyə ehtiyac yoxdur ki, görəsən başqa ədəd olacaq, olmayacaq. Yəni ardıcıl tək ədədlər, ardıcıl cüt ədədlər, ardıcıl natural ədədlərdə eyni qayda. Düzdür, belə də eləyə bilərsiniz. Yəni indi mən nə demək istəyirəm? Demək istəyirəm ki, m üstəgəl 15 yazmalısınız. Yəni alınacaq ədədlər ardıcıllığında ədədi orta m üstəgəl 15 olacaq və biz bunu 141 çıxılsın 5m-ə bərabər götürəcəyik. Çünki özü belə deyil. İndi əgər desəz ki, mən burada bir şey anlamadım, onda bunu bir dənə də belə bir yolla fikirləşə bilərsiniz. Necədir? Tutaq ki, biz 21 dənə tək ədəddir. Ədədi orta m-dırsa, ədədlərin cəmini 1001-i sayı ədədi ortaya vurmalıyıq. Bu ədədlərin cəmi eləyir. Bu cəmdir. Verilən ədədlərin 1001 dənə tək ədədin cəmini tapdıq. Bu ikinci yoldur deyək. İndi desək ki, hər birini 15 vaid artır. Deyək ki, 1001 dənə 15 cibimdən xərcləməliyəm. Doğrudurmu? Üstəgəl. Axı ədədlərin, əvvəlki ədədlərin cəmi buradadır. Bunu da əlavə bura yazmalıyam. Bu oldu mənim cəmi məbləğim. Bu cəmi məbləğ dəyişəndən sonraki 141 çıx 5m olmuşdu. Yəni ədədi orta. Bu ədədi orta da yenə 1001 dənə ədəddən söhbət gedir də. Sonraki etapda da yenə 1001-ə vurmaq lazım. Yəni 1001-ləri hər tərəfdən atsaz, yenə yuxarıdakını əldə eləmiş olarsınız. Yəni ədədi orta verilibsə, saya vuran kimi ədədlərin cəmi tapılır. Bu qədər rahat şeyi unutmayın. Bundan sonra bunu həll eləyəcəksiniz. Bunu həll eləyəndən sonra 6m bərabər 141-dən 15-i çıxıb 126 alacaqsınız. M bərabər 21 olur. Variantda deyəsən 23 gedib. Yəni m 21 olacaq. Səhv eləmirsə 141-dən 15 çıxanda neçə eləyir? 120 yox. Neçə eləyir? Bəlkə düz yazmışam. 126 eləyir. 126 eləyir. 126 eləyir. Bəli, 6 böləndə. Bəli, 126 eləyir. 126-nı da 6-ya böləndə 21 eləyir. Bəli, cavab 21 olacaq. Mən dedim sizə ki, cavablarda səhvlər ola bilər. Əsas odur ki, siz misalınızı həll edin. 5-ci sual. Deməli, z bərabərdir verilir 5-ci dərəcədən 5, sinus 90, belə verib, çıxılsın i kosinus 264. Yox, sinus 90 deyil. 96. Sinüs 96. Sinus 90 versəydim nə var? 264 də bu. Məsəl üçün, bizə deyir ki, nə soruşur? Z üstü 5-in xəyali hissəsi. Z üstü 5-in xəyali hissəsini soruşur. Xəyali hissəsi. Tamam. I ilə olan hissəsini soruşur. Əvvəlcə biz bunu bizim bildiyimiz trigonometrik şəkildə göstərməliyik. Sizə keçmişdim. Sinus 96-nı sinusu kosinusa çevirməliyik. Çünki orada həqiqi yazanda orada i sinusa vurulurdu. Burada da kosinus yazılır. Kosinus neçə yaza bilərik? Sinus 96 kosinus neçədir? Ya çevirmə üstünə yazırsınız, ya tez yazacaqsınız. Kosinus neçəyə bərabər olar? 96. 6-ya bərabər ola bilər? 6-ya. 90 plus Bəli. 6-dır. Bəli, ona görə tez yazacaqsınız da. Sinus 96 kosinus 6-nı verirsə, sinus zaten 96 müsbətdir deyə kosinus 6. Tamam, bu belə. Çevirmə üstünə. İndi sinus Onda 264. 270-dən yaza bilərik. Bəli. O da verəcək, demək bunu bilərəkdən çıx qoyulur ki, siz orada üstəgəlini alasınız çevirmə zamanı, bir də vaxt itirməyəsiniz sinus 6. Amma yenə də şübhələnirsinizsə yoxlamalısınız. 270 çıxılsın, yaza bilərsiniz. Və bunu alandan sonra biz bilirik ki, Moivre düsturuna görə z üstü 5-i tapanda bu qüvvətə yüksəldirik. Burada 5 alınır, kosinus 30 alınır. 5-i də 6-ya vurursunuz, düzdürmü? I sinus 30 dərəcə yazır. Buradan da hesablayırıq. Kosinus 30 dərəcəmiz kökdə 3 bölü 2-ni verir. 5-i vursaq ona kökdə 3 bölü 2 burada qalsın. Bu həqiqi hissədir. Xəyali hissə bizə lazımdır. Sinus 32-də 1-dir. 5 böl 2 alınır i ilə. 5 bölü 2 i-ni 2,5 i ya da 5 bölü 2 i yazan doğrudur. 2,5 i D variantında var. Deməli, D variantı doğru cavabdır. Keçirik növbəti suala. Növbəti sual 6-cı sual. 6-cı sualda deyir ki, ata, ana, deməli bir ata var, bir ana, sonra xala, bibi və 3 nəvə var. Düzdürmü? Nəvə 1, Nənə də var. Hə, nənə də var hələ. Nəvə 2, bəli.
Artırmışam onu. Nənə də burada olsun. Nənə. Tamam. Deməli, bizə nə deyir? Deyir ki, dəyirmi masa ətrafında nəvələr yanaşı gəlməsin. Nəvələr necə gəlməsin? Nəvələr. 3 dənə nəvə yanaşı gəlməsin. Yanaşı olmasın. Amma dəyirmi masa ətrafında. Neçə üsulan əyləşərlər. Deməli, dəyirmi masadan söhbət gedir. Tamam. Dəyirmi masadan söhbət gedir. Biz bunu necə edəcəyik? Birincisi, cəmi burada neçə nəfər var? 1, 2, 3, 4, 8 nəfər var. 8 nəfər dəyirmi masa ətrafında neçə üsulan əyləşir? 7 faktorial. 7. 7 faktorial. Bütün bunlardan biz həmişə baxın belə misallarda yadınıza saxlayın ki, yanaşı olmasın deyirsə, yanaşını tapmaq asandır, gəlin yanaşını tapın. Çünki yanaşı olanda biz bunları birləşdiririk o formada. Bəli. Və yanaşı olma halı olanda bunu bir nəfər 6 faktorial olacaq. dəyirmi masa olduğuna görə bəs? 5 faktorial. Bəli. Yəni bu dəyirmi masanı hər dəfə çıxmalıyıq. Yəni bir dəfə çıxırıq bitmir. Mən deyim sizə. Bax 7 faktorialda bitdi, düzdürmü? Qurtardı, bu iş qurtardı. Yəni bu adamların neçə üsulan əyləşdiyi tapıldı. Bu heç. Bu qoydun qırağa. İndi sənə sual verir. Deyir ki, bu adamlar bir də nəvələr. Nəvələr yanaşı olmaqla dəyirmi masa ətrafında neçə üsul əyləşir? 7 faktorialın buna nə aidiyyəti var? 7 faktorial orada durub. Aydındırmı? Sən indi yeni bir sualın cavabını axtarırsan. Nəvələr yanaşı əyləşsin. Bu zaman sən nə edəcəksən? Nəvələri bir qrup kimi götürəcəksən. Normalda sıralamada biz həmişə elə eləmişik. Aydındırmı? Onda biz sayırıq, adamları saydıq. Nəvələrin hamısını bir adam kimi götürdük. 6 nəfər elədi. Amma dəyirmi masa ətrafında əyləşdiyinə görə biz məcbur onu 5 faktorial kimi, bir dənə skik kimi yazaq. Amma burada bir şey var. Uşaqların da öz aralarında yer dəyişməsini həmişə yazacaq. Əgər dəyirmi masa olmasaydı 6 faktorial vurulsun 3 faktorial. Ev ki, o riyaziyyat kitabları, müxtəlif riyaziyyat kitabları 3 dənəsi riyaziyyat kitabları yanaşı gəlməklə, məsələn, bir rəfə neçə üsulla düzülər qaydasını xatırlayın, odur. Və yaxud da 3 müəllimlər yanaşı gəlməklə, məsəl üçün, bir sırada neçə üsulla düzülər, məsəl üçün, belə bu suallara diqqət edin. Və bundan da bunu çıxanda bizə nəvələrin yanaşı olmadığı hallar yaradacaq. Bütün halların hamısına nəvələrin yanaşı olduğu halları çıxanda söhbət 3 nəvənin yanaşı olma halından gedir. 3 nəvənin yanaşı olmaması baş verəcəkdir və bunu da hesablamaq lazımdır. Buradan 5 faktorialı mötərizə xaricində çıxartmaq ən gözəlidir. 7 vur 6 buradan gəlir 42. 3 faktorial 6. 42-dən 6 çıxdı 36. 5 faktorial vur 36 ilə də cavab vermişəm. 5 faktorial vur 36. Düzdürmü? Cavabı da belə vermişəm ki, bir də əziyyət çəkib 120 36-ya vurmayasınız. Yəni, bu da belə. Keçdik növbəti suala. İmtahanda da belə verirlər bəzən. Yəni, ola bilir. Yəni, narahat olmayın. 7-ci suala keçdik. 4 dənə eyni qutu verilir. Baxın, 7-ci sual. 4 dənə eyni qutu. 4 eyni qutu verilir. Deyir ki, birinci qutuda 5 dənə ağ var. 3 dənə qara var. Düzdür? Qara. İkinci qutuda deyir 4 dənə ağ var. İndi mən bu qutu zat çəkmək istəmirəm. Yəni belə yazıram. Səliqəli. 2 qara, bəli. Üçüncü qutuda 4 dənə ağ var yenə. Bu dəfə 4 dənə qara verdim. Və 4-cü qutuda mən biraz qutuların sayını çoxaltmışam. Normalda 3 qutu zat verirlər. Amma olsun 2 ağ, 1 qara. Tamam. Bizə deyir ki, təsadüfən seçilən bir qutu, fikir ver, nə deyir? Qutu seç. Təsadüfən seçilən bir qutudakı kürənin ağ olma ehtimalını tap. Deməli, qutu seçəcəyik. Və o qutudakı kürənin seçəcək, qutunun içindən seçəcəyik. Tamam. Onda qutu seçəcəksə, biz qutunu neçə üsulla seçirik? 4 qutu varsa, ehtimalı nədir? Məsələn, bir qutunun seçilmə ehtimalı. Biz bir qutu seçirik. 4-də 1. Dən 1. Bəli, 4-də 1 qutu. Bəs 4-də 1 ehtimalına seçdim. Qutum hazır. Qutumu seçdim. 4-də 1 yoldan seçəcəm. Ya 1, ya 2, ya. Amma burada fikir verin nə baş verəcək. Mən elə ki seçəndən sonra birinci qutunu seçmişəmsə, birinci qutudakı ağ çıxma ehtimalı soruşur. Gərək ağ çıxma ehtimalını tapım. Yəni vurum da, buna nəyə vuracam? 8-də 5-ə vurmalıyam. Sonra əgər topla, çünki ola bilər ki, mənim o biri qutum çıxıb, ikinci qutum çıxıb.
Burada 4/1-lər hər dəfə təkrarlandığına görə 4/1-i mötərizənin kənarında yazıb və qutularını işləyəsəm daha gözəl olar. 6-da 4, üstə gəl 8-dən 4, ağları seçirəm çünki mən ağ çıxardacağam. Bu da 3-dən neçə olacaq? 2. Və bunları hesablamaq lazımdır. Bunları hesablamaq üçün 8-də 5 ilə 8-də 4-ü toplasaq 8-də 9 olsun. 6-da 4-dən 3-də 2-ni toplasaq bu ixtisar gedir 3-də 2, 3-də 4 olur. Sonra vurum atsım elə 4/1-i vursam 32-də 9 olur. 4/1-i 3-də 4-ə vuranda 3-də 1 olur. 3-dən 32 96, 3-ü 9-a vurdum 27-nin üstünə 32 gəldim. 59. Belə cavab varmı? Var. Doğru cavabımız 96-da 59 olacaqdır. Bu da beləncə bir sual. Yəni qutunu seçin. Müəllimə buna aid heç görməmişdim. Doğrudan. Bəli. Mən ehtimalı mən çox təkrar eləmişəm. Bütün tipləri yazdım. Belə qutu seçib, sonra qutunun içindən seçməyi yazıb görməmişəm. Demək ki, faydası oldu da. Yəni sabahları qabaqda qəfil çıxanda biz bunu eləyə biləcəyik. Qutunu seçirik. Seçəndən sonra çünki qutu seçmədən mən qutudakı kürənin ağ olması ehtimalı necə var? Bir var ki, ancaq bir qutuda versin. O hasandır. Bir də var ki, qutu seçirəm, qutunu seçmə ehtimalını vururam. Deyək ki, həmin qutudakı ağ çıxma ehtimalına. Çünki qutu seçimindən də asılıdır da. Ağın həmin hansı qutuda. Bunu mütləq bilin. Sonra 8-ci sual. Kitabxana üçün ayrılmış 150 tarix. Demək 150 tarix kitabı var. Neçə dənə tarix kitabı var? 150. 150 tarix kitabı var. 200 coğrafiya kitabı var. Bu daha asan sualdır məncə. 500 nə kitabıdır? Riyaziyyat kitabı var. Tamam. Deyir ki, hər qutuda bunları qutulara yığırlar. Hər qutuda bərabər sayda olacaq və eyni fən kitabları olacaq. Deməli, qutuya bərabər sayda eyni fən kitabları qoyacağıq. Mümkün ən az sayda qutulara yığacağıq. Deməli, ən az sayda qutuya yığmalıyıq. Oldu mu? Təsadüfi seçilən 2 qutunun ikisində də tarix kitabı olsun. Deməli, 2 qutu seçilməlidir. İkisində də tarix kitabı olsun. 2 qutunun ikisində də nə olmalıdır? Uşaqlar, tarix kitabı. İkisində də tarix olsun. Tamam. 2 qutunun ikisində də tarix olsun. Biz belə eləyəcəyik. Birinci əvvəlcə qutularımızın sayını tapacağıq. Baxın, bunu necə tapacağıq? EBOB-dan. Niyə EBOB-dan? EBOB 150, 200, 500. Biz daha az bir şey axtarırıq. Bu baxanda bilinir ki, 50-dir. 50-yə böləcəksiniz. 150-ni 50-yə böləcəksiniz. Demək 3 qutu tarix olduğunu görəcəksiniz. Oldu mu? Qoy başqa rəngə keçin. 200-ü 50-yə böləcəksiniz. 4 qutu coğrafiya. Coğrafiyada da yəqin ki, deyirə demişəm. Aha, bu da belə. Və 500-ü 50-yə böləndə neçə eləyir? 10 dənə qutu da riyaziyyat. Riyaziyyata çox qoymuşam ki, riyaziyyat daha lazımdır. Bu belə. İndi burada nə edəcəyik? Bu kombinezon, baxın. Biz birinci, əslində bizdən suala baxın, nə deyir? Qutu seçin deyir. Fikir verin, qutu seçin. Yəni deyir ki, təsadüfən seçilən bir qutudakı, o birisi də bir dəqiqə, təsadüfən seçilən 2 qutu. 2 qutu. Mən ikisində nə istəyirəm? Tarix. Mənim neçə dənə qutu tarix kitabım var? 3 dənə qutu. Demək, kombinezon 3-dən 2 ilə seçəcəm. Mümkün hallar. Mümkün hallar mən təsadüfən seçməyə görə 17-dən 2. kombinezon 17-dən 2. Bəli, bu yəni burada artıq sayını zadı bizə maraqlı deyil. Bizə qutuları tapmaq maraqlı idi və qutu seçirəm. Qutunun ikisində də tarix kitabı olsun deyir. Və son bitdi. Bunu eləyəndə 3 bura gəlir. 17 vur. 16 bölü 2 eləyir 17 vur. 16-nı 2-yə böləndə 8. 17-ni 8-ə vuranda bilmirəm neçə eləyir? Neçə eləyir? 136-da 3. Tamam, 136-da 3. Belə cavab varsa budur. Yoxdursa da demək cavabda bir səhvlik vardır. Var. B variantında görürəm. B variantında doğru cavabdır. Keçirik növbəti suala. 9-cu sual. 9-cu sual integral mövzusuna aid sual idi. Daha çox 4, 5, 5, 6 mövzuya deyəsən toxunmuşam burada. Y bərabər x kvadratı əvvəlcədən razılaşmışdıq. Çünki düzdürmü? Y bərabər 1 bölü x kvadratı. Y bərabər 0. Məsələn, bu sualda sizi çaşdıra bilər. Baxın, indi bunu necə edəcək. Bəziləri belə eləyir. Məsələn, x kvadratından 1 bölü x kvadratını çıxır və salam. Getdi. Elə şey yoxdur. Burada sərhədlərin necə olması çox önəmlidir. Əgər sərhədlər verilməsə, bir-birinə bərabər götürüb, sərhədləri tapıb, məsələn, buna bərabər götürüb, sərhədləri tapıb getsək, olar. Amma burada sərhədlər 2 bunların bərabərliyə çevirən qiyməti deyil.
bunları bir-birinə bərabər götürəndə sərhədlər 1 -1 çıxa bilər. Amma burada 2 -2 verilib. Bu nəyi xatırladır bizə? Deməli burada nəsə başqa bir əmma var deməkdir. Bu məsəl üçün x kvadratı sizin bildiyiniz qrafikdir. Bunu bilərəkdən belə 1/x kvadratının qrafikini yəni gərək biləsiniz. Əgər bilmirsinizsə qiymət qoya bilərsiniz. Məsələn 0 qoymaq olmaz. 0-dan keçmir. Doğrudurmu? Yəni x-a 0 verə bilməzsiniz. Bəs onda nə verə bilərsiniz? Hələ Məsələn, dokuna yaxınlaşır, x dokuna yaxınlaşan bir parça olur. bəli. Məsələn, -2 versəz, -2 versəz 4də 1 olur. Tutaq ki, buralarda bir yerdə. 1 versəz, -1 versəz 1 olur. Tutaq ki, zaten bunun da üstündə 1 olur. Bayaqları dedik ki, bunlar birinə bərabər götürəndə 1 olur. Yəni bu belə gedəcək. Belə bir əyri olacaq. Təbii ki, y oxunda kəsə bilməyəz. Amma yəni bizə heç o da çox maraqlı deyil. Eyni qayda ilə bu belə də gedəcək. Bu formada gedəcək. 1/x-in kvadratı bu formada. İndi -2, -2. Baxın, bu qrafikləri bir dənə boylarını uzada bilsəm, belə uzatsam, belə uzatsam. Məsələn, -2 nə deməkdir? Buradan bura deməkdir. Yəni qrafikin kəsişmə yeri haradır? Kəsişmə yeri bura deyil. -2 -2-yə qədər. Onda buranı da götürəcəm, düzdürmü? Belə. -1-i buradan silim ki, bizi çaşdırmasın. Bunu siz götürün buradan. Görün. Aha, götürüldü. İndi -2 də eyni qayda ilə götürsək, -2 də belə. Deməli, bura belə çıxır ki, y/0 düz xətti də absurd axı. Demək ki, bu rənglədiyimiz hissə götürülməlidir. Bəs bu rənglə düz ola bilər ki, düz yazmıram, amma yəni siz də öz fikrinizi söylə bilərsiniz. Məsələn, mən yuxarını da götürmüşəm. Yuxarını götürmək olar. Hələ bir fikirləşək. Yuxarını götürmək olarmı? Məsələn, bu hissəni, yoxsa bu hissə lazım deyil. Sizcə? Xeyr, müəllim. Çünki x kvadratından çıxsaq 1/x kvadratın çıxılmış hissəni yazarıq. Çünki arasında qalan hissəni soruşur da, düzdürmü? -2-dən, -2-dən -2-yə qədər, amma bunların arasında qalan. Demək ki, bu hissəni götürmək olmaz. Bəli. Məsələn, bəziləri götürür, orada da getdi səhvə. İndi biz bunu eləmək üçün burada bunun bura qədər olan hissəsi bizə maraqlıdır əslində. -1,1. Niyə? Çünki burada fikir verin, siz belə eləyə bilməzsiniz. -2-dən 0-a qədər bundan bunu çıxım eləyə bilməzsiniz. Mümkün deyil. Bunu eləyə bilməzsiniz. Aydındırmı? 3 dənə funksiyanın iştirakidir. Yəni burada bir növ kəsişmə nöqtəsinə görə baş verir hər şey. Kəsişmə nöqtəsi fərqlidir. Onda biz burada belə eləyəcəyik. Deməli, necə yaza bilərik bunu? Necə eləmək olar? Bir fikir varsa siz də bildirin. Necə eləmək olar? Hardan haranı götürmək lazımdır? Necə olmalıdır? Fikir var. 2 dəfə götürməliyim müəllim. -2-dən -1-i, 1-dən 2-yə. Bəli. Amma bu belə bir şey eləyə bilərik də biz. Məsələn, demək ki, 1-dən 2-yə götürək. Bir də bunu yazın. 1-dən sağ tərəfi götürürəm. Sağ tərəfdə 1-dən 2-yə sahə nə qədərdirsə, sol tərəfdə də eyni olacaq. Demək 1-dən 2-yə bunu 2-yə vuracam. Təbii ki, 2-yə vuracam. Çünki solda da var bu. Və burada nə edəcəm? Fərqi yoxdur. Artıq bunu hansından çıxsaz olar. Amma məsəl üçün baxın diqqətlə. Bu əslində 1/x kvadratının olduğu yerdir. Yəni parabolanın ora dəxli yoxdur. Fikir verin. Parabolanın ora dəxli yoxdur. Görürsüz? Parabolanın dəxli olmadığına görə burada bu hissədən bu hissəyə qədər olan hissə olduğuna görə, parabolanın bura dəxli olmadığına görə sadəcə 1/x kvadrat dx-i tapacağıq, bəs elədir. Oldu mu? Və bu birinci. İkinci, bizə 0-dan 1-in arası lazımdır. Bu hissə də bizə lazımdır. Düzdürmü? İntegral, burada da 2 vurulsun. İntegral 0-dan 1-ə. Bu dəfə də x kvadratı lazımdır. Belə çıxır ki, bundan bunu çıxmaq məsələsi burada yox imiş. Vəssalam. Və bu ikisini həll edib cəmləmək lazımdır. Oldu. Bu ikisini həll edirsiniz, toplayırsınız. Bununla da cavabı alacaqsınız. Oldu. Başa düşdük, nə eləmək lazımdır. Yəni diqqətlə baxın. Elə bir ki, parabola yoxdur. 1-dən 2-yə kimi vəziyyəti öyrənin. Tapdınız. Sol tərəfdə də eyni şeydir. Şəkli biraz pis çəkə bilərəm. Əsas odur ki, siz görürsünüz ki, bəli, elə bir vəziyyətdir. Yəni bu hissə ilə sağdakı hissə eynidir. 1-dən 2-yə və yaxud da -1-dən -2-yə eyni funksiyadan danışırıq. Oldu mu? Aydın oldu, yoxsa qaranlıq yeri var?
Xeyr müəllim, aydın oldu. Hə. Aydındır mənim. Ona görə bəzən baxın, belə tipli suallarda mütləq şəklini çəkəcəksiniz. Əgər şübhəli bir durum yoxdursa, məsəl üçün sənədləri verməyib siz özünüz tapırsınız və onu da çox rahat şəkildə eləyə bilərik. Deməli, keçirik növbəti neçənci sual gəlirdi? Qarışdırdım burada. 10-cu sual. 5 müsbət 4 mənfi ədəd var. Deməli 5 müsbət ədəd var, 4 mənfi ədəd var. Bunlar arasından təsadüfən seçilən 3 ədəd, demək 3 ədəd seçirik. 3 ədəd seçirik. Hasili nə olsun deyir? Hasili mənfi ədəd olsun. Hasili mənfi olsun. Tamam. Əslində bunu deyəsən hamı eləmişdir. Yəni səhv eləmirəmsə, yəni bunu çox adam yazmışdı. Sən edim mən. 2 hal mümkün idi burada. 2 müsbət, 1 mənfi, bir də 3 Bəli. mənfi. Deməli, burada variantları yoxlayacaqsınız. Burada deməli müsbət, mənfi ola bilər ilk halda. Bir də mənfi ola bilər. Vuranda çünki mənfini verər. Başqa 3 ədəd götürə bilməzsiniz ki, 3-ü də müsbət götürə bilməzsiniz. Deməli, burada biz bu kombinezonla seçirik. 5 müsbət ədəddir. Deməli, kombinezon neçə? 5-dən 2 dənə müsbət seçirik, vurulsun, bir dənə mənfi, kombinezon 4-dən 1. Yəni bir yerdə toplayaq, ikincini də davam edək burada, əlverişli halda tapmaq üçün. Deməli, burada da olacaq kombinezon 4-dən 3-ünü də seçdim, qutardı. Bölünsün, ümumi hallar 9 dənə ədəd var, 9-dan 3-ünü seçirik və bunu həll edirsiniz. İndi ola bilər ki, cavab yox idi, orada yəni yanlış var idi. Amma məsələn, bunu həll edərkən də səhvə yol verənlər var, məncə. Deməli, gəlin yazım da. 5 vur 4 bölü 2, 10 budur. 4 budur. Bu da 4'dür. 44 burada eləyir. Doğrudurmu? Kombinezon 9'dan 3 də 9 vur 8 vur 7 bölünsün 6'dır. Yəni 2 vur 3'dür. Buradan da 3'dən 9 getdi. 3 qaldı. 8'dən 2 getdi. 4 qaldı. 3 vur 4, 12. 12 vur 7, 84. 84'ü də ixtisar eləsək, düzdür, yazmayıb, vurğuları yazıb ixtisar edib də getmək olar mı? Nəsə 4-ə böldüm, 11 burada, 21 burada, cavabımız bu olmalıdır. 21-də 11. Yəni bu formada. Qaranlıq yeri varsa soruşun, bu da belə. Keçdik 11-ci sual. 11-ci sual bizim keçdiyimiz kompleks ədədlərlə bağlı sual, amma bir qədər fərqli sualdır. Yəni, amma demişəm. Bu mənim çox sınavda görmüşəm bu suallardan. Desəm onlar da çox düşüb. Bəli, düşübdür. Bərabərlik ödəyən Z kompleksləri. Sizin izahınızı dedikləriniz yadımdaydı hamısı, amma misalın özünü yaza bilmədim. Bu 100% əmin idim ki, dərsdə izah eləmisiniz. Bəli, demişəm. Əkıqını tap, ala biləcəyi əkıqı. Yadınıza qalsın. Deməli, burada əslində bir növ şeydən söhbət gedəcək, çevrədən. Bu tipli sorular çevrədən söhbət gedir. Z modulda Z çıxılsın Z0 bərabərdir modulda yazanda R. Bunu belə başa düşəcəksiniz həmişə. Bunu açanda da kimsə açmışdı, hansısa Kübra müəllimə idi, yoxsa bilmirəm kimdəsə gördüm. Yəni açılmış idi. Kübra müəllimə çox səliqəli yazmışdı. Xoşuma gəldi. Xoşuma gəldi. Zeynəb müəllimə çox belə deyək də yaxşı yazmayan qələmlə işləyibdir. Jalə müəllimə az yazıbdır. Yəni bu formada digərləri ümumiyyətlə göndərməyibdir. Nasir müəllimə göndərməyib, Nəfsəbinə müəllimə göndərməyib. Yəni bu heç yaxşı deyil, göndərmək lazımdır. Yəni ən azından əziyyətə qiymət. İndi Müəllim, haqqında dediyinizdə səsiniz qırıldı, başa düşmədim. Heç nə olmaz. Sonra qulaq asarsınız, görərsiniz nə dedim. Baxın indi. Biz burada Z çıxılsın modun içində. Mörtəzədə 6 üstəyə 8i yazsaq, bu daha qısaldacaq vaxtımızı. Burada yazılanlar çevrənin mərkəzinin koordinatları olacaq. Baxın, burada yazılan 6 və 8 Z0-a aid olan çevrənin mərkəzinin koordinatlarıdır. Yəni, bura 6-dır, bura 8-dir, çevrənin mərkəzinin koordinatlarıdır. Mərkəzinin. Və burada biz ən kiçik modula Z deyəndə koordinat başlanğıcından bura qədər olan yolu başa düşəcəksiniz və bu zaman radius burada göstərilən 8-i bura qoyacaqsınız və ümumi yolun uzunluğu necə tapılacaq? Bax, bu da yəni 0-dan bura qədər bu Pifaqordan tapılacaq. 8 burada da 6 buradır. Deməli, ümumi 10-dur. 10-dan 8-i çıxıb buranı 2 tapıb cavaba 2 yazacaqsınız. Yəni, bu cür misallar belə həll olunur. Amma məsəl üçün, səhv eləmirəmsə Kübra müəllimə geniş şəkildə bunu yazmışdı və düz yazmışdı. Düzdür Kübra müəllimə?
Mən açılışla yazmışdım. Hə, açılışdan yaza bilərsiniz. Açılışı istəsəz Kübra müəllimdən xahiş edərsiniz. Kübra müəllim sizə atar öz yazdığım şeyi. Mən bu yoldan qısa yazmağa çalışıram ki, vaxtımız çox getməsin. Maillər hansılar oldu? Qoy görək maillər. -14, -8. Siz qeyd eləmisinizsə deyin. Mənfi hə, -14, -8, -8, bəli, -2, 0, bunu da yazın həmişə. 6, 6. bir də 18. Sonra bu prosesdən sonra biz bunların kvadratlarının cəmini tapacağıq. Bunların kvadratlarının Bəli. ədədi ortasını. Kvadratları cəminin daha Sonra da doğrusu saldı ədədi. sayını. Aha, kvadratları cəminin ədədi ortası nədir? Meyllərin kvadratlarının cəminin ortası. Bizə verir 196, Bizə verir 64. dispersiyanı. Bəli, 196, 64, 4, 0, 36, 36, bir də 324. 324. Təbii ki, bunların cəmi bizə cəminin 6-ya bölünməsi lazımdır deyə. Yəni indi mən bir yerdə yazmıram belə. Bunları cəmləyəndə neçə almışdınız? 624 bölünsün 6. 624 almışdınız. Təbii ki, biz burada 624-ü də 6-ya bölməliyik. Çünki 6 ədəddən söhbət gedir və burada da 104-ü almısınız və bu dispersiyanı tapmısınız. Dispersiyanı tapandan sonra kökə salırıq. Kökə salan kimi də cavabı alırıq. Buna standart meyl deyilir. Bunu bir dəstə izah eləmişdik. Bunlar barədə yəni yaddan çıxarmamaq üçün bunu da saldım ki, qoy bir dəfə imtahana düşübmü? Bir dəfə bu sual, belə sual tipi imtahana salınıbdır. 13. Limit x yaxınlaşır -2-yə, ardından soldan 6x üstəgəl bu bilirsiniz də nədir? Tam hissə funksiyası idi. Tamamsa. Sonra bir də verilir çıxılsın limit x yaxınlaşır 4-ə sağdan. Burada da 2x üstəgəl yenə bu x aşağıda da 3x. Tamam. Biz bunu həll eləmək üçün nə etməliyik? Bunu kiminsə yazışında gördüm. Kübra müəllimin yazında daha çox Kübra müəllimin yazısı Müəllim, aydın görünürdü. Aha. bu müəllim sağdan soldan yaxınlaşmanı tama görə nəzərdən keçirək. Soldan yaxınlaşma dedikdə tutaq ki 1,9 götürsək, onun tamı 1 olur. Amma sağdan yaxınlaşma götürsək 4,1 olur, onun da tamı 4 olur. Bunu nəzərdən götürək. -2-də soldan yaxınlaşma, bəli, mən 2 gördüm. soldan yaxınlaşma -2,1 və s. belə götürürük də, düzdür? Bunun da tam hissəsi bizə verir neçəni? -3-ü. Yəni əsas məsələ burada, bunu da demişik dərsdə, gedişatda, düzdür? 6-nı -2-yə, bunu qoyacaq yerinə, -2-ni yerinə qoyuruq. Bu eləyir -12, amma burada -3 yazmalısınız. Məsələn, bəzənləri olaraq -2 yazır, ona görə səhv çıxır. -3 yazmalısınız. Oldu mu? Burada 5-i -2-yə vuranda -10 buradan düzəlir. Keçirik bu birisinə. Burada problem yoxdur. Çünki sağdan yaxınlaşanda, müsbət ədəd olanda, sağdan yaxınlaşanda yəni heç bir problem yoxdur. Məsələn, 4 tam %1-dən qoyursan, görürsünüz ki, 4 çıxır. Ona görə də elə 2-ni 4-ə vurursunuz, 8. Burada da 4 olur. 3-ü də 4-ə vurursunuz, 12. Və burada -15-i -10-a böləndə 1,5, 12-ni 12-yə böləndə 1 eləyir. Buradan da 0,5. Yəni əgər düz yazdımsa belə bir cavab alınmalıdır. Məncə düz yazdım. Keçdik 14-cü suala, düzdürmü? 14-cü sual əslində Newton binomu ilə əlaqədardır, amma həm də ehtimaldır. Newton binomu və ehtimalın qarışımı. Deyir ki, 5-ci dərəcədən 3 və bu son, məsələn, bu tez-tez düşür. Yəni bu cür suallar tez-tez salınır, yəni binomla əlaqəli suallar olur. Ona görə bunu bilməliyik. Deyir ki, binomun açılışı zamanı seçilən bir həddin irrasional ədəd olması. Yəni bir hədd seçəcəyik. İrrasional ədəd olma ehtimalını tap. İrrasional ədəd olma ehtimalını axtarırıq. Buradakı əsas məsələ, məsələn, düzdür, bəzən, məsələn, bunun üstündə bir damcı azacıq çox durmaq istəyirəm, nə mənada? Məsələn, bəzən görürsünüz ki, qısa yolu belə deyirlər ki, 480-i 5-dən 3-ü əkobuna bölün, cavabı alacaqsınız. Yəni, nə cavabı? Rasional ədədlərin tapılacaq, yəni sayını tapacaqsınız.
480-i 15-ə böləndə 33 düşürsə, 33 düşür, səhv yox, 32 düşür. 32 düşürsə, həmişə 1 artırın, cavabı alacaqsınız. Bu amma hər zaman doğru olmayacaq. Yəni bu yanlışı var bu yerdə. Amma təbii ki, bu 480 məsəl üçün bunlardan hər hansı birinə bölünürsə və yaxud hər ikisinə bölünürsə, bəli, onda belə götürmək olar. Amma məsələn, tutaq ki, 5-ci dərəcədən kökdə 3 üstəgəl 1 bölünsün 3-cü dərəcədən 2 yazmışam, məsələn. Bunun da üstü 17 yazmışam. Yenə 17-ni 15-ə böləndə bir dəfə düşür. Doğrudan da bunun cavabı bir dənə olur. Bu da düzdür. Amma məsəl üçün gəlin bir dənəsini, amma burada heç 17-yi nə 5-ə bölünmür, nə də 3-ə bölünmür. Yəni bölünmür də, düzdürmü? İndi bunun qaydası necə idi? Biz T-dən yazırdıq, ümumi hədd düsturu, düzdürmü? Rasional ədədlərin olması. TK plus 1. Bəli. TK plus 1 yazırdıq. Burada kombinezon 17-dən N-dən K-ya. indi bizdə 17-dirsə, 17-dən K-ya və kökdən çıxardırdıq. 5-də 1 olurdu axı. Burada da 17 çıxanı bunun başına yazırdıq. 17 çıx K bölünsün 5 belə yazırdıq. Vurulsun. 2-nin üstü mənfi 3-də 1 olurdu. Düzdürmü? O mənfini istəyirsiniz kəsin qabağına verin, istəyirsiniz nəmin üstə verin. Onun fərqi yoxdur. Yuxarıda da bu K-nı yazırdıq yuxarı, bölürdük 3-ə. Düzdürmü? Və burada da oturduq fikirləşirdik ki, həm bu rasional olmalıdır, həm bu rasional olmalıdır. Əgər bu ikisi də rasional olmalıdırsa, təbii ki, burada bu mənfi ədəddir. Bu sizi çaşdırmasa vurma deyil. Yəni belə. Deməli, biz 5-ə bölünən ədədləri fikirləşirdik. 5-ə bölünmə qaydası axı sonu 0 və 5-dir. Məsələn, K-ya nə versək 5-ə bölünər. Təbii ki, 2 versək bölünür. Amma burada 2 düz gəlmir, sağda düz gəlmir. Birincini tapmağa çalışırıq da belə. Məsələn, 7 qoysaq düz gəlir, 7 3-ə bölünür və burada K neçə olsa düz gələcək. Təbii ki, 5-ə də 3-ə bölünən ədəd 15-dir. Məsələn, biz çalışırıq ki, sürətdə 15 olsun ki, düzdürmü? 15 olsun ki, bölünsün də, elədir? Amma bu da sürətdə 15 ola bilirmi? 15. Yəni xeyr, 7 qoysaq birinci bölünür, yəni 10 bölünür. Amma ikinci bölünür. Amma ikinci. Sizcə neçə? Məsələn, 12-də alınır. Baxın, 12. K-ya 12 qoyanda, yəni 5 böl 5, bu da 12 3-ə bölünür. Yəni burada həm mən fikirləşim ki, sürət 15 olacaq, yox, yanlış olacaq. Burada yanlış. Yəni burada bir ədəd ödəmiş oldu. Amma heç 17 5-ə və 3-ə bölünmədi. Başqa ədəd də ödəmir. Yəni bəlkə ödəyir, siz diqqətlə baxın. Mən məsəl üçün 17-dən aşağı olanlar 15-dir. 10-dur 5-ə bölünənlər. Düzdür? Sonra da neçə gəlir? 5 gəlir, bir də 0 gəlir. Zaten 17 qoysaq 17 3-ə bölünmür. Onu yazmağa ehtiyac yoxdur. Məsəl üçün, əgər mən K-nın yerinə 15 qoysam, 17-dən 15 çıxanda, daha doğrusu 17 çıx K-nı 15-ə bərabər götürsəm, K neçə olmalıdır? 17 2 olmalıdır. K 2 ola bilməz. Demə bu getdi. 17-dən neçə çıxsam onu verər? 7. 7 də 3-ə bölünmür. Bu da getdi. Əgər bunda alınsa alınır. 17-dən neçə çıxan da 5-i verir? 12. 12 də 3-ə bölünürmü? Bölünür. Deməli, bir hədd düz gəlir. Amma məsəl üçün, biz bayaqkında nə dedik yuxarıda? Üstünə 1 gəlməliyik. Amma biri digərinə bölürsə. Bu bölünmədi. Bu bölünmədi. Ona görə deyirlər ki, üstünə 1 gəlməyəsən. 17-ni 15-ə bölərsən, 1 götürəsən. Bu çox halda düz gəlir. Amma məsəl üçün, tutaq ki, bir dənəsini də verəcəm. Orada düz gəlməyəcək. Məsələn, tutaq ki, deyilir ki, məsələn, belə olsun, 1 bölünsün, 3-cü dərəcədən 2 və yaxud 480 verməmişim. İndi 479 qoyuram. Məsələn, normalda 479 3-ə bölünürmü? 3-ə bölünmür də, düzdürmü? Rəqəmlərin cəmi 3-ə bölünmür. 5-ə də bölünmür. Belə olan halda belə bir fikir var ki, siz 479-u 15-ə bölün, üstünə 1 gəlməyin. Nə deyirlər? 479-u 15-ə bölün, 5-dən 3-ün əkobuna bölün, üstünə 1 gəlməyin. Bayaq elədiyimiz kimi, 17 halında elədiyimiz kimi. Amma məsələn, burada da 479-un məsələn 15-ə bölünməsindən alınan cavab, 15-ə bölünməsindən alınan cavab 31-dir. 31-dir. Qalığı var. Təbii ki, qalığı var.
Amma biz burada 31, 32 dənə olacaq cavab. Yəni burada da üstünə 1 gəlmiş olur. Yəni demək ki, bəzi hallarda pozula bilir bu sistem. Yəni ona görə də diqqətli olmaq lazımdır. Məncə düsturuna da ehtiyac var, amma dediyim kimi yuvarlaq ədədlər olanda, məsələn 5-ə bölünürsə eləyirsə, bəli, orada keçərlidir. Yəni bayaqki misalımızda 480-i imtahan sualımızda 15-ə bölüb üstünə 1 gəlmək olar. Amma bununla yazsaz t bərabərdir. Tutaq ki, t k üstü ya 1 bərabərdir. Kombinezon 479-da k yazıb 5-in üstü 3-ün üstü daha doğrusu nə idi bu? 479 çıx k bölünsün 5 vurulsun 2-nin üstü mənfi götürəcəksiniz. Təbii ki, buradakı k-nı böləcəksiniz 3-ə. Və bu zaman yenə 5-ə bölünmə qaydasından yola çıxacaqsınız. 5-ə bölünmə qaydasına k-ya 4 verəndə 5 olur, amma 4 3-ə bölünmür. 9 verəndə isə bölünür. K 9-dan başlayır, 9 3-ə bölünür. Sonra 24 olacaq, 24 3-ə bölünür. Yəni 479-dan 24 çıxanda belə. Bu 15-15 artır. Burada neçə artır? 15-15 artır. Və belə gedir. Bu neçəyə kimi gedir? Məsələn, mən 474-də dayanıram. 474 rəqəmlərin cəmi 15 eləyir, 3-ə bölünür. Demək, burada necə eləyirik? Sondan əvvəli çıxırdıq. Aradakı fərqə, yəni 15-ə bölürdük. Özümüzdən 1 əlavə eləyirdik. Düzdürmü? Ədədi silsilədə. Bu zaman istəsəz 15-i orta sürəti düzəldib, məsələn 15 çıx 9 eləyir 6, 473 6 gələndə 480 bölü 15 alırsınız. 480 bölü 15 isə bizə verir 32-ni. Əgər biz 479-u 15-ə bölsəydik, 31 alıb, deyəcəkdik ki, hə, 5-ə də 3-ə də bölünmür. Gəlin cavabı 31 götürək, səhv çıxa bilərdi. Bax, demək, diqqətli olmaq lazımdır. Ona görə də mən öz misalımıza qayıdıram. Öz misalımızı təbii ki, həllində cavab 33-dür. T ilə eləyə bilərsiniz. Yəni onu demək istəyirəm ki, siz T ilə bunu çözə bilərsiniz. T-siz də doğrudur bu. Yəni 33 gələcək və salam. Aydındır. Aydın deyilsə T ilə də yazıb göstərim. T k plus 1 yazırıq. Bərabərdir. Kombinezon 480-də neçə? 480-də k yazırdıq. Vurulsun. İndi bizə ehtimalı soruşur. Biz rasional ədədləri tapa bilsək, yerdə qalanları irrasional olacaq. Ümumiyyətlə 481 dənə hədd olduğunu bilirik. Bunların rasionallarını tapaq ki, qalanları irrasional olsun. Çünki bizə bir dənə ədəd götürməliyik, irrasional ədəd olsun deyir. Onda biz burada nə yazacağıq? 3-ün üstü 480 çıx k böl 5 dərəcəyə bölürük. Doğrudurmu? Vurulsun 2-nin üstü mənfi oturacaq bura. K bölünsün 3 yazacağıq. Və burada 480-dən neçə çıxanda 0-da çıxa bilirsiniz. Bunu bilirsiniz. 0-da düz gəlir. Bu dəfə burada düz gəlir. Sonra 0-dan sonra nə gələcək? 0-0-0-dan sonra nə gələcək? 15 gələcək. Çünki 15 3-ə bölünür. 0-dırsa, məsələn 5-5 dəyişməliyəm. Və K-nı 0 tapmışamsa super vəziyyətdir. 5-5-5-5 artırmalıyam. Burada da 15-də düz gəlir. 15-15. Yəni, bəzən elə ədədlər olur ki, bəli, çox gözəl, yəni K-nı 0 tapan kimi əgər, demək, qalanları elə 5 dənə üçün əkubu qədər dəyişəcək. Bu gəlir, neçəyə kimi gələ bilər? Təbii ki, 480-in özünə kimi, 483-ə də bölünür, ona görə gətirdim, bura çıxartdım. Və burada neçə dənə hədd var? 480-dən, düzdür, 480 bölməkdə, 480-dən 0 çıxıb, ki 15-ə bölürsünüz də, düzdürmü? 480-dən 0 çıxıb 15-ə bölsəz, eləyəcək 480 böl 15, üstünə də 1 gəlməlisiniz. Bu, həmin bu qaydadan, görürsünüz, eyni vəziyyət yaranır. Yəni, belə halda bu 0-dan başlayırsa, bu çox maraqlı bir şeydir, əslində belə. Cavab 33 olur. Bu yolu onsuz da bilməlisiniz, bunu dedik. Keçdik növbəti suala. Neçənci suala? Gəlir. Neçənci idi burada? 15. 15-ci sual. Görək 15-ci suala. Vərəqi birdən atıyorum o tərəfə. 15-ci sual, deməli, bu cür qrafik sualıdır. Burada bir f üzəri mənfi 1x var. Yəni, funksiyanın tərs funksiyasıdır. Məsələn, burada da deyir ki, belə bir funksiyadır. Bu bizim fx funksiyamızdır deyir.
fx funksiyamız aydındırmı? Aha, bura kəsişmə nöqtəsi 12-dir. X-i 12-dir. Y-ni bilmirik hələlik. Bizdən deyir ki, integral 0-dan 12-yə f mənfi 1x çıxılsın fx. Əslində bu çıxma bizə nəyi xatırladır? Kim deyər? Çıxması nə deməkdir? Burada olar. Bu çıxma bizə haranı verir? Sahəni. Hansı sahəni? İkisinin arasıdır. Düzdürmü? Bax buranı. Bu hissəni verir ha. Başqa bir yeri verir. Bu ikisinin arasını verir. Tamam. Bizə də soruşduğu şey 0-dan 12-yə fx dx-dir. Yəni 0-dan 12-yə fx dx haradır? Gəlin onu da belə bir şeydən göstərək. 0-dan 12 fx olan budur. Yəni bizə bu hissəni istəyir. Bax bu hissəni. Ancaq bu hissəni. Tamam. Əslində burada neynəsək daha sürətli şəkildə bu misalı çözə bilərik. Kim eləmişdi bunu? Mən eləmişdim müəllim. Burada A-la B-lə əvəzləyib aparmışdım mən. Bir cəmini 24-ə bərabər yazmışdım. Bir də ki, daha doğrusu fərqini 24-ə bərabər yazmışdım. Bir də ki, f-in 12-dəki qiymətini 12 kimi qəbul edib, onların cəmini də 144-ə bərabər yazmışdım. Belə A-la B tapmışdım. O bilmirəm, cavab doğrudur ya yox. Aydındır. Yaxşı, bunu başqa hansı yoldan yaza bilərik? Gəlin belə qısa yolunu deyək, yəni bilinsin ki, necə edəcək. Deməli, biz əslində tərs funksiyada x ilə y rollarını dəyişir. Bunu bilirik də, elədirmi? Bu zaman, yəni x, y olur. İndi, məsələn, bu 12 buraya, amma bunu qoyaq qırağa hələlik. Mən sual verirəm, burada y-in yerində bura 12 yaza bilərəm. Sadəcə belə bir sual verim, görək kiminsə fikri var. Bura 12 yazmaq olar, yoxsa olmaz? Olar müəllim. Nə üçün? Necə də olur? Çünki müəllim dəyişəcək. Yəni x, y-in yeri dəyişmiş olacaq. Aha, bəli. Demək ki, biz orada... Yəni ikisi də müəllim bərabər olması, yəni ikisinin də 12 qiymət alması x, y bərabər olanda olur, ödəyir. Bəli, bəli. Deməli, doğrudur. Çünki y və x düz xəttlə nəzərən simmetrik olduqlarına görə x-a 12 verəndə, əgər kəsişmə nöqtəsidirsə bura, deməli y-ə də 12 olmalıdır. Tamam, əla. Buna qədər bilirik. Deməli, onda biz ümumi, burada bir düzbucaqlı alırıq da, kvadrat həddi alırıq. Kvadratın sahəsinin 12-nin kvadratından çıxacam nəyi? Diqqətlə baxın. Çıxacam nəyi? Çıxacam bu 24-ü. Niyə 24-ü çıxıram? 24-ü çıxıram ki, bu rənglədiyim ağ olan. Ay, sağ olun. Eyni sahə alınmış olur. Və nəticədə aldığım cavabı da 2-yə bölməliyəm ki, çünki mənə birini soruşur. Və salam. Bununla da cavaba gedirəm. 144 çıxılsın 24, 120. 120-ni də 2-yə bölürəm, 60. Deməli, doğru cavab 60. Yəni, biraz, belə deyək, o tərsdən bağlı, əlaqəli, bizə verilənin şəkildə hara olması çox-çox vacib bir qəşəng sualdır. Belə sualları öyrənmək lazımdır. 16-cı sualda deyir ki, f üzəri mənfi 1x funksiyası fx bərabərdir x kubu üstəgəl 2x üstəgəl 10 funksiyasının tərs funksiyasıdır. Ona görə də f üzəri mənfi 1x bərabərdir fx tənliyinin həqiqi kökünü tapır. Bunun həqiqi kökünü tapacaq. Bunun üçün nə etmək lazımdır? Bunun üçün birinci bilməlisiniz ki, əgər funksiyanın törəməsi böyük bərabərdir 0, yəni daima artan olsa, məsələn 3x kvadratı üstəgəl 2, doğrudan da bu 0-dan böyük bərabərdir. Bu zaman bu cür funksiyaların, yalnız artan funksiyaların özü ilə tərsinin kəsişdiyi nöqtə y və x düz xəttin üstündə olur. Y və x düz xəttin üstündə olur. Və biz də bunu həll edərkən biz götürdük, yazırıq x kubu tək funksiya, deməli,
azalan funksiyalarda başqa yerdə də kəsişə bilirlər. Amma artan funksiyalarda məhz orada. X kubu üstəgəl 2x üstəgəl 10 bərabərdir x yazmalıyıq və bunu həll etməliyik. Və buradan x kubu üstəgəl x üstəgəl 10 bərabərdir 0. Bunu həll etmək üçün əslində seçmə üsulu, bunların arasından ədədləri bölənlərini tapsaz görəcəksiniz ki, -2 ödəyir. -2 ödəyirsə, biz cavabı tapmış oluruq. Vəssalam, x -2-dir. Yəni, bu tənliyin həqiqi kökü -2-dir. 17. İntegral 0-dan 7-yə kökün altında 49 çıxılsın x kvadrat. Deyir ki, dx. Bu, mən sizə demişdim. Yəni, X kvadrat plus y kvadratı bərabərdir r kvadratı. Aferin. Amma siz bunu yazmışdınız, yoxsa yazmamışdınız? Bəli, yazmışdım mən. Ha. Deməli, burada bu düstura buna xatırladı. Çünki biz keçmişdik ki, y kvadratı bərabərdir r kvadrat çıxılsın x kvadrat olacaq və bunu hamı istəyirəm ki, belə sualları yaza bilsinlər. R kvadrat çıxılsın x kvadrat olmalıdır. Yəni, bu imtahanlara tez-tez salına bilər sualdır. Və biz də burada r-miz burada yazılıb. Gördüyümüz kimi 0-dan r-ə kimi olurdu. İntegral 0-dan r-ə kimi yazılırdı. Kök altında r kvadratı çıxılsın x kvadratı dx. Məsələn, biz də bunu tapanda elə ki, 4də 1 pi r kvadratı tapırıq. Yadınıza gəlirsin. 4də 1 pi r. Niyə 4də 1 pi r kvadrat? Səbəb nədir? Məsəl üçün bu. Bax, bunu indi gəlin bunu burada elə misalın üstündə deyim. Deməli, biz bunu götürsək, yazsaq, bir çevrə çəksək, mərkəzi koordinat başlanğıcı olan bir çevrə çəksək, burada 0 götürsək, radiusu 7 götürsək, yəni bura 7 götürsək, düzdürmü? Bizə əslində 7-nin kvadratı çıxılsın x-in kvadratı verilir, bax. Düzdürmü? Kökün altında. Bizə axı dedi x kvadratı üstəlik y kvadratı r kvadratıdır. R kvadratı. R kvadratı bizdə neçədir? 7. 7-nin kvadratı, yəni 49. Düzdürmü? Əgər biz bunu sağa atsanda 49 y kvadrat və 49 x-in kvadratını tapmış oluruq da. Yəni, eyni şey verir. Bizdən 0-dan 7-yə kimi hara deməkdir? Bura deməkdir 0-dan 7-yə kimi. Yəni, x-i 0, x1 0, x2 7. Yəni, demək ki, 4də 1-i soruşur. Və salam. Bunu əgər başa düşürüksə, yəni bunu görən kimi ağlımızdan bu keçəcəksə, yəni mütləq çevrənin tənliyi yadımıza gələcəksə, və salam, bunu eləyəcəyik. Kompleks ədədlərdə burada da buna oxşar suallar var. Və salam, bundan sonra siz 4də 1, yəni dairənin 4də 1-ini tapacaqsınız. 4də 1 pi r kvadratı. R də 7 olduğuna görə 49. 49-u 4-ə bölüb elə ya belə saxlamalısınız, yəni cavablara uyğunlaşdırıb cavabı yazmalısınız. Yaxşı, bu da belə. Yəni bildiyimiz şeydir bu. 18-ci suala baxırıq. 18-ci sual hansıdır? Deməli, normal vektoru. Məsələn, bu əslində müstəvinin tənliyinə aiddir. Məsələn, bu sizi narahat eləməlidir, eləyə bilməsəz. Normal vektoru verirsə, hə, ola bilər cavab olmasın, amma tutaq ki, siz düz yazmışsınızsa, yəni deməlisiniz ki, mən bunu bilirəm. Kim yazmışdı bunu? Deyək ki, normal vektoru... Mən yazmışdım. Aha, müstəvi. Jalə müəllimə, yazmışdınız bunu. Mən. Demək ki, bu, məsələn, biz bu mövzunu keçəndə müstəvinin tənliyi. Bax, biri var düz xəttin tənliyi. Düz xəttin tənliyi burada bizdən soruşur, burada müstəvinin tənliyini yaz. Müstəvinin tənliyini istəyir. Amma düz xəttin tənliyi belə idi. Ax üstəgəl by, tutaq ki, üstəgəl c bərabərdir 0. Məsələn, bu iki dəyişənli düz xəttin tənliyi yazılmaq olar belə. İndi isə biz müstəvinin tənliyini yazırıq. Müstəvinin tənliyi də budur. Ax üstəgəl by üstəgəl d plus d bərabərdir 0. Normal vektorda yadımıza saxlamalıyıq ki, A-nın, B-nin, C-nin qiymətləri olur həmişə. Bu vektorlar mövzusundaydı. Təbii ki, bəli, orada demişdim. -2, yəni təkrar baxmağa fayda var. -2x çıxılsın y üstə gəlsin 3z üstəgəl d bərabərdir 0 yazacaqsınız. D-ni tapmaq üçün bu nöqtədən istifadə edəcəksiniz. Və salam, 1-i qoyacaqsınız yerinə. -2 çıx 1 üstəgəl 6 üstəgəl d bərabərdir 0. D də bərabərdir neçə olur? -3 olur.
Səhv Üç, yazdım. -3. De mənfi Bəli. 3-dürsə, tənliyin düzəldilməsi lazımdır. Bax bu tənlikdə d-nın yerinə qiyməti qoyacaqsınız. İstəyirsiniz mənfidən yazın, istəyirsiniz mənfiyə vurun. Çox vaxt mənfiyə vururlar ki, yəni belə rahat belə yazsınlar da, müsbətdən başlayır. 3z d -3-dür. Biz ona müsbət 3 yazacağıq. Çünki mənfiyə vurduq hər tərəfə. İndi cavabda olmaya bilər, mənim atdığımcadır. Bunu zaten açıq sual kimi qoymuşam. Yəni kimsə bunu cavabı alır. Kim alıb bu cavabı belə? Mən almışam. Əla. Vəssalam. Müəllim, mən orada ümumi şəkildə yazmağa çalışdım. -2 vurulsun x çıxılsın 1 çıxılsın 1 vurulsun y çıxılsın 1. Bəli, bəli. Necə ümumi Elə şəkil? yazıb. Yəni -2 vurulsun x çıxılsın 1. Çıxılsın 1 vurulsun y çıxılsın 1. Niyə elə Çıxılsın 3 yazılır? vurulsun z. Onu nəyə görə yadınızda elə saxlamısınız ki, x çıxılsın 1 yazmalı? -x0 şəklində M deməli. O. 1-1-2 nöqtəsindən keçən Aha. dediyim cür. Yox, nöqtədən keçirsə nöqtə x, y, z-dir deməkdir və son aparırsınız x-in, y-in, z-in. Bütün hamısı, bütün funksiyalarda hansı nöqtədən keçirsə, birincisi x-dir, ikincisi y, üçüncüsü z-dir, onu yerinə qoyursunuz. O x çıx, x0, nə bilim, belə hallar harda öyrənmisiniz? Məsələn, deyək ki, çevrənin tənliyində x çıxa mörtəzənin kvadraты, üstə x çıx b mörtəzənin kvadraты, bəli, r kvadratı, sonra 2 nöqtə arası məsafə düsturunda x2 çıx x1 mörtəzənin kvadraты isə orada belə bir şeylər var ki, yəni belə. Amma məsələn burada heç vaxt nöqtədən keçirsə aparırsınız x-in yerinə normal şəkildə qoyursunuz. Yəni bunu demək ki, təkrar biliyin anasıdır. Buna görə deyirlər. Və 19-cu suala keçirəm. Limit x yaxınlaşır 0-a, x üstəgəl 1 bölünsün 5x üstəgəl 1. Kim bunu eləyib? Üstü 1 bölü x. Mən Mən yazmışam. bunun qaydası var idi. Aha. Bunu həll eləmək üçün bir Sürəti məxrəclə eyniləşdirək. bəs bunun üçün nə etmək lazımdır? Sürəti yazarıq 5x + 1 Bəli. çıxılsın 4x, sonra 1 çıxılsın 4x bölünsün 5x + 1 qalar. Bəli, yəni bunu bu formada yazandan sonra deməli 1 bölü x bizə lazımdır 1. Yəni bu görkəmli limit olduğuna görə bizə lazımdır və bu hissəni Bir çıxılsın aşağıya alınsın. qoyuram. Bəli, 1 üstəgəl özdə alınsın. Üstəgəl alınsın ki, 1 üstəgəl 1 bölü x-in üstü x və daha doğrusu 1 üstəgəl x-in üstü 1 bölü x yaza bilək də, düzdürmü? Aha, buradan da 5x üstəgəl 1 və bunu da həll eləmək üçün indi mən uzatmayacağam. Yəni nə mənada? Buradan yazım. Deməli, bunun tərsinəsinə nə edirik? Yəni tərsinəsini üstündə yazmalıyıq da, doğrudurmu? Ona görə 1 üstəgəl -4x bölünsün 5x üstəgəl 1-i mörtəzənin üstündə bunu tərsdən yazmalıyıq. 5x üstəgəl 1 bölünsün -4x. Bir də heç nə dəyişməsin deyə bunu təkrarən burada yazmalıyıq. Bu belə. Təbii ki, vur 1 bölü x də var. Bu üstlər hamısı budur. Bu hissə hamısı yeni verəcək. Limitdir bu. Yeni verəcək, düzdürmü? Yeni verdiyinə görə, Bəli. yəni bir növ şeyə yaxınlaşır, y-yə yaxınlaşır bu ifadə. Amma hamısı y-nin üstündə olur. Y-nin üstündə və burada da ixtisarınızı aparın. Y-nin üstündə limit yazmaq şərti ilə. İstəsəz qıraqda özünüz yazın, onun fərqi yoxdur. X yaxınlaşır 0-a, 1 -4 bölünsün 5x üstəgəl 1. Yerinə qoyacaqsınız 0-ı. 0-ı yerinə qoyanda -4 alınır. Y üstü -4. Bu da 1 bölünsün y üstü 4. Deyəsə mən orada 1 bölü y kimi cavabı sizə göndərmişdim. Yəni 1 bölü y üstü 4. Ha. Səhv yazdım. X üstəyən 1-in üstündə 1 bölü x, bir də 5x + 1-in üstündə 1 bölü x yazıb, məsələn, sürətin limiti, məxrəcin limiti orada daha asan gəlir. Mən elə yazdım. Sizdə cavab nə almısınız? Mən səhvən limitləri böləndə çıxmışam bir-birinə, indi baxıram, amma bölməliymişəm. 1 bölünsün y üstü 4 alınır. Aha, siz necə eləmişsiniz bir də deyin. Burada x + 1 üstü 1 bölü x, bir də 5x + 1 üstü 1 bölü x yazanda ikinci forması da elə ki 1 + x üstü 1 bölü x şəklində gətirmişəm. 1 üstəgəl 1 üstəyənsin 1 bölü x üstündə x siz o üsulla getdiniz.
Mən isə əksinə yəni 1 üstəgəl x üstündə 1 bölü x-dən getmişəm. Görkəmli limitin fərqli forması var deyə. Bəli. O da yerini verirdi. Mən o yolla getdim. Bəli. Yaxşı. Yəni indi hansı yol məsləhətsə ondan gedin. Yəni bu formada bunu amma əsas odur həll edin də, hər şey qalmasın. Rasional olduğunu dedik. Bəs niyə elə olanda niyə demirsiniz ki, mənim o irrasional olma ehtimalı qaldı axı? Deməli 14-cü sualda biz tapdıq necə? Neçə dənə ümumiyyətlə binomun açılışında neçə dənə hədd oldu? Bu binom idi də. Bu binomun açılışında olacaq 481 dənə hədd. Bu məxrəcə yazılacaq. Biz neçəsini rasional tapdıq? 32 dənə, 33 dənə, düzdürmü? 33 dənəsi rasional oldu. Rasional. Onda geridə qalanı 481-dən 33 bura çıxıb yazmaq lazımdır. Bundan da ehtimal tapın. Çünki niyə? O bizdən deyir ki, seçilən bir həddin irrasional ədəd olma ehtimalını tap. Yəni ona görə də biz bunu belə yazmalıyıq. Və salam, buna da cavabımızı alırıq. 481-dən 33 çıxanda nə edir? 448 edir, düzdürmü? 448. 481-də 448 yaza bilərik. Heç orada ixtisara fikir verməyə ehtiyac yox. Yaxşı. Keçdik 21-ci suala. Baxıram 21-ci sual. 20-ci sual müəllim. 20-ci sual. qaldı. 20-ci sual bir dəqiqə. Haradaydı 20-ci sual? Buradadır. 20-ci sualı bir də təzədən bəlkə eləyək. Yəni deməli fx bərabərdir verir x çıx 2-nin üstü 4 vurulsun 2x üstəgəl a. Funksiyanın qrafikinə bu nöqtədə çəkilən toxuna apsis oxuna paraleldir. O x oxuna paralel verir. Paralel. Deyir ki, toxunanın tənliyini yaz. Toxunanın tənliyini yaz. Paralel olanda nə dedik? Paraleldirsə bucaq əmsalı 0-dır. Yəni f' x mütləq 0 olmalıdır. Təbii ki, burada da f'-imizin yerində 1 var. f'-1'in 0 olduğunu anlamaq lazımdır. Gəlin bunun törəməsini tapaq. Törəməni tapanda hasilin törəməsindən istifadə edirik. 4 vurulsun x çıx 2-nin kubu vurulsun bu. Üstəgəl bu dəfə x çıx 2 üstü 4 qalır. Vurulsun 2. Düz yazdım. Belə. İndi əgər düz yazdımsa, bəli düz yazdım deyəsən. İndi biz nə edirik? Biz aparırıq, qoyuruq biri yerinə. Bu tapdığımız bizim f'-x'imizdir. Yəni funksiyamızın törəməsidir. Onda yerinə qoymalıyıq f'-1'i. f'-1'i yerinə qoyanda cavab da 0 verəcək. 1'i qoyursunuz x-ların yerinə. 1-dən 2 çıxanda -1. Bura olur -4. Vurulsun 2 üstəgəl a. 1'i də burada qoyanda yerinə. Burada heç nə dəyişmir. 2 qalır. Doğrudur. Bu da cavabı 0 olmalıdır. Biz buradan a-nı tapacağıq. A-nı tapmaq üçün siz vurun açın. -8 çıxılsın 4a. Yəni başqa cür eləyə bilərik. Belə yazdıq. Deməli 4a bərabərdir -6. -6 eləyir də, bəli. A da bərabərdir 6/4. Yəni 1,5 mənfi. Düz yazdım. Mənfi ilə eləyir. Bir də baxaq. Diqqətli olaq ki, səhvimiz getməsin. Deməli, məncə düzdür. Keçdik növbəti. Biz A-nı tapdıq. A-nı tapandan sonra hələ biz şeyi tapmalıyıq. Y bərabərdir. Fx üstəgəl f'-x0 var idi. F'-x0 artıq 0'dır. O yoxdur. Bizə lazımdır fx. Fx də nədir? f1. Yəni əslində biz bunu tapsaq misallarla alırıq, həll eləyirik. Biz də bir tane A-nı ona görə tapırıq ki, aparaq qoyaq yerinə ki, açılsın. Sonra da funksiyada f1'i tapaq. Aydındır. f1'i də tapmaq üçün funksiyamıza aparıb x-in yerinə 1 qoyun. 1 çıx 2-nin üstü 4. Vurulsun 2x, yəni 2'yi a da tapmışıq 1,5. Bunu hesablayan kimi funksiyamız hazır olur. Deməli 1 yox, buradan alınır, burada 0,5. Demək y bərabərdir 0,5. Cavabımız, funksiyamız sabit funksiyadır. Apsis-oxuna paraleldir. Y bərabərdir 0,5. Yəni çox rahat misal çözülür. Yəni bunu teorema vasitəsilə rahatca çözməyi bacarmalısınız. Yəni tam elə bir ki
yolla gedirsiniz, başqa bir yerə çıxmırsınız. Başa düşdük bunu? Yəni burada çətin deyil ki bu. Məncə çətin deyil. Davam. Aynen. Başa düştüm. 21-ci sual, 21-ci sual. Bizə deyir ki, f mörtəzədə 2x çıx 3 bərabərdir x kvadratı üstəgəl 4x çıxılsın 5. Bu bərabərlikdən f' 5-i tapmaq lazımdır. Yəni teoremiyə aid bir sual idi. Jalə müəllimə çox teoreməni təkrarlamışdı deyə. Yəni sonradan belə bir neçə sualı teoremədən saldı. Yaxşı. Burada biz nə etməliyik? Bu 21-ci sualda kimin fikri var? 21-ci sualda nə etmək lazımdır? F törəmə 5-i istədiyinə görə müəllim biz törəməni tapaq 5-dəki qiyməti. Yəni F törəməni tapsaq 2x plus 4 olar. Bəli. 2x 3-ün yerinə də 5 yazaq. X-i tapaq, sonra 2x plus 4-ün yerində x-i qoyaq. Hə, yəni sağ tərəfin törəməsini tapaq, sol tərəfin törəməsini tapmayaq. Yəni sağ tərəfin törəməsini tapacağıq. Aha. Sol tərəfdə də içinə 5 qoyacağıq. Yəni sol tərəfin törəməsini tapmadan. Xeyr. Elə bil f törəmə 2x çıxılsın 3 bərabərdir 2x plus 4-ə, amma içərisindəki 2x plus 3 5-ə bərabər olacaq. Siz cavabı neçə almısınız? Ne çalmışdım? X'e 4 aldım. Koydum yerine 8 plus 4 12. Aydındır. Demək onda bunu bir neçə sualdan eləmək olardı. Məsələn, deyəsən Kübra müəllimə idi. Teoremənin hər iki tərəfindən teoremi alır. F' mürəkkəb funksiyanın teoreməsi kimi baxır və eyni zamanda mürəkkəb funksiya olduğuna görə 2x üçün də teoreməsini tapır. Bu formada bir şey. Səhv görməmişəmsə belə yazır. Yəni düz doğrudur bu yazılışda. Yəni doğru yazılışdır. Buradan belə yazıb. Sonra təbii ki f' 2x çıx 3 qalır yerində. Buradan 2x çıx 3-ün teoreməsindən 2 çıxır. Buradan da 2x üstə gəl 4 gəlir. Məsələn, hər tərəfi 2-yə bölüb yaza bilir. Məsələn, x üstə gəl 2. Sonra bu teoremənin yerində 5 olmalıdır. 5 olması üçün x-ə 4 vermək lazımdır. Deməli, f' 5 alınır, amma x-ə 4 verməkdə. O da 4 üstə gəl 2-dən cavabı alır 6. Yəni, belə də olar, sizin dediyiniz kimi də olar. Yəni, bu formada yaza bilərik. Mürəkkəb. Bunu da dedik. Belə. Bu belə. Keçik 22-ci suala. 22-ci sualda bizə nə veribdir, nə soruşur? 22-ci sualda deyir ki, fx bərabərdir. Bu da yenə funksiyadır. Görək. Tərs x kubu üstə gəl 2x çıx 5 funksiyasının tərs funksiyasının qrafiki nə? Bu funksiyanın elə ki, tərs funksiyası var. Biz bu funksiyanın tərs funksiyasının qrafiki nə? X0 bərabərdir mənfi 2 nöqtəsində çəkilən toxunanın absis oxu ilə əmələ gətirdiyi bucağın tangesini soruşur. Absis oxu ilə əmələ gətirdiyi bucağın nəyini soruşuruq? Əmələ gətirdiyi bucağın tangesini. Bunu kim yazır? Mən yaza bilməmişdim bəli. Tangesi. Aha. Onda demək diqqətlə baxaq görək ki, bu nədir? Ümumiyyətlə tərs funksiyanın teoremə düsturu necə? Teoreməni tapıb həmin qiymətindəki teoremənin mənfi 2 qiymətindəki qiymətini tangensə bərabər yazmışdım. Doğrudur. Tamamilə doğrudur. Yəni qayda budur əslində. Baxın, tərs funksiyanın teoreməsinin x0-dakı qiyməti həmişə 1 bölünsün f' y0. Belə bir düstur var. Biz burada desək ki, f(y0) nədir? f(y0) elə bir ki, x0 deməkdir. Yəni f(y0) elə bizə x0 deməkdir. Yəni biz burada nə edirik? İlk işimiz, birinci işimiz. Yəni verilən funksiyanın bir növ belə baxa bilərsiniz də, biz tutaq ki, y0-ı axtarıb tapmalıyıq. Y0-ı. Bunun üçün nə edirik? Bunun üçün əvvəlki verilən funksiya yoxdur bu funksiya. Bu funksiyada x gördüyümüz yerə y yazırıq. Bir növ tərsini tapırıq da. Belə düşünün. Məsələn, burada fx-a biz
aparıb -2 yazmalıyıq. -2 yazmalıyıq. Elə ki, bizim bu -2 qoyacağıq bura. Olacaq -2 bərabərdir. Y kubu üstəgəl 2y çıx 5 və bunu həll eləyəcəyik. Y kubu üstəgəl 2y çıxılsın 3 bərabərdir 0. Əmsalları cəmi 0 olduğuna görə buradan y-i 1 tapacaq. Yəni y-i tapdıq 1. Doğrudurmu? Həqiqi tapmalıyıq da. O birisilər həqiqi olmayanlardır. Biz bunu tapdıq. Yəni baxsaz görəcəksiniz ki, alınmayacaq. Bu 1. Deməli, bundan sonra nə edirik? Bundan sonraki işimiz, məsələn, ikinci deyək də, ikinci işimiz funksiyanın törəməsini tapmaqdır. Yəni əvvəlki funksiyana, bizə verilən əvvəlki funksiyanın törəməsini tapdıq. Funksiyamız x kubu üstəgəl x kubunun törəməsi 3x kvadratı eləyir. 2x-in də törəməsi 2-ni verir. Funksiyanın törəməsi hazır. Bu da belə. Biz bu funksiyanın törəməsini ona görə tapırıq ki, gətirək bu aldığımız 1-i orada yerinə qoyaq. Yəni f'1-i tapaq. f'1-i tapandan sonra məsələn elə ki 3 vur 1-in kvadratı üstəyə 2 eləyəcək 5. Yəni bunu gətirib orada yerinə qoyuruq. Aydındırmı? Bunu burada yerinə qoyuruq. Nəticədə alırıq nə? Alırıq 5. Səhv yazmamıza 5. Bəli, 5 alırıq. Və üçüncü sonda biz belə bir şey eləməliyik. K-nı tapmaq istəyiriksə, K tangensli alfa daxil. Biz elə ki, bucaq əmsalını axtarırıq da. Bu f üzəri -1 tərsini tapırdıq. Verilən funksiyanın tərsini tapırdıq. Orada artıq biz neçə yazmalıyıq ora? -2 yazmalıyıq. Çünki biz onu axtarırıq. Əslində əvvəldən yaza bilərdim onu axtardığımızı. Belə. Bunu axtaranda da biz həmin bayaq yazdığımız düstura görə 1 bölünsün f', yəni 1-i tapmalıyıq. Yəni bu formada getməlidir. Baxın, hansı düstura görə bir də baxaq. Baxın, bu düstura diqqət eləyin. Yəni f üzəri -1, yəni bizə verilən funksiyanın tərsində aparıb x-in yerinə -2 qoymalıyıq. Çünki nədən qoymalıyıq? Baxın, deyək ki, funksiyanın tərs funksiyasının qrafiki nə? Bu funksiyanın bir tərs funksiyası var. Onu da belə f üzəri -1x yaz. Bu nöqtədə deyir. Ona görə -2-ni qoyduq yerinə. Və bunu tapmaq üçün də nə edirik? Elə ki, 1 bölünsün və bunu görürsünüzmü? Bunun tərsində törəmənin yerinə y0 qoymalıyıq. Yəni bir növ rollar dəyişir. Və burada biz bunu axtardığımıza görə biz f'1-i tapmalıyıq. Deyə bilərsiniz, 1-i əvvəldən bilirdik, 1-i əvvəldən bilmirdik. Biz 1-i tapdıq. Və burada elə bir ki, gətirdik, qoyduq yerinə, x0-ın yerinə, x0-ı y-in yerinə qoyduq. Y-in yerinə də x qoyduq. Bir növ tapdıq, onun tərsində o neçədir? Sən demə tərsində 1. Yəni, y 1-dir. Bunu tapandan sonra o y0-ı elə bir ki, bunun yerinə qoyduq. Demək, f'1-i axtarırıq. f'1-i də tapmışıq, 1/5 olur. Yəni 5-dirsə, tərsi 5-də 1-dir. Bir qədər belə sualı belə deyək, təkrarən bir də baxarsınız diqqətlə. Biraz da araşdırarsınız, fikirləşərsiniz. Ola bilər ki, biraz qəliz kimi yazdım. Yəni təkrarən özünüz bir vərəqdə təzədən səliqəli yazın. Orada y1-i müəllim necə tapdıq? Deyim ki, biz x0 -2 verilmişdi axı bizə. Bəli. Biz elə ki, bizim əsas funksiyamızda gətirdik. Elə ki, bunu x kimi qoyduq. Bu y daxı. Biz elə ki, -2-ni gətirdik, onu yerinə qoyduq. -2-ni yerinə qoyduq. X gördüyümüz yerdə y qoyduq. Bir növ funksiyanın tərsində. Bu x0 -2 bu funksiyanın tərsindəki x-dir. Biz də bunu qaytardıq, özünə qoyduq ki, səndə əgər tərsində -2-dirsə x, səndə y-dir -2. Ona görə onu qoyduq yerinə -2. Aydındırmı? X-in də yerinə y yazdıq. Biz oradan onun tərsində yerinə qoyanda axtardıq, şeyi tapdıq. Nədir onun adı? Siz deyin. Y-i tapdıq. Yəni bildik ki, y 1 olmalıdır. Bəs müəllim, y kubu plus 2y minus 3 bərabərdir 0. 3 deyil, 1. Y kubu deyil o. Hə, y kubu üstəyə 2y çıx 5. 5.
Bəs mənim oradan y-i necə tapdıq? Mən onu anlamadım. Bir növ funksiyanın tərsində x-dan y yerlərini dəyişirlər, düzdür, razısıyıq buna. Yox, müəllim, onu başa düşdüm. Sadəcə olaraq y Hə, çıxır hə, plus hə. 2y. Hə, burada əmsalların cəmi 0 verirsə, bax, bu 1-dir də, düzdürmü? Burada da 2-dir. 1-2 gələndə 3-dür. 3-dən 3 çıxanda 0 verirsə, kökün 1-i həmişə 1-dir. Kökü 1. Hə, tamam. Qrupların ayrılmada da y Ya ehtiyac yoxdur. y dəyər 3. Hə, ehtiyac yoxdur qruplarına ayırmaq. Y çıx 1 onun qruplarından biridir. İkinci hissəsi təbii ki, elə verilməlidir ki, elə vermişəm ki, orada irrasional ədədlər olur. Nədir onun adı? Siz deyin, kompleks ədədlər olur da, yəni xəyali ədədlər olur. Ona görə də biz onları götürmürük, y övdü 1-dən götürürük, yola çıxır. Aydındırmı? Yəni orada yəqin ki, y kvadrat zad olur. Yəni baxmışam ona, yəni elə qoymuşam ki, orada siz birini tapdınızsa bəs eləyir. Yəni hətta davam da edə bilərsiniz. Y çıx 1-ə bölə də bilərsiniz, baxa da bilərsiniz ki, görüm ikinci vuruğu nə olacaq. Belə. Bu belə. Y-i oradan 1 tapdıq. Amma bu düsturda da biz yerinə qoymalıyıq. Bu düsturun köməyi ilə baxın belə bir maraqlı bir qayda olur. İndi lazım olsa həmin mövzunu bu hissəsini biraz da genişləndirmək olar, danışmaq olar. Keçirik növbəti suala. 20 neçənci sual gəlir? 3-cü sual. 23-cü sual. Əslində bu sual çətin tipli sayıla bilər. Maraqlı sualdır. Yəni bu imtahanlarda belə bir sualla qarşılaşmamışıq. Amma ola bilər də. Yəni bunu özümdən vermişəm. Deməli burada 5 deyir. Gəlin belə eləyək də biraz bunu aşağıdan çəkim ki yerimiz olsun. Deməli funksiyamızda qrafikdə -2-də bura olub -2-ni də pis götürdüm. Bir dəqiqə. Yəni qoy görünsün. -2-də burada 4-dür. -2-ni də buradan silək. Biraz yaxınlaşdıraq. Deməli, -2-də 4 alıbdır. Düzdürmü? Bura 4-dür. Qrafikimiz belə gəlir də. Bu hissədə deməli necə gəlir? Deməli, belə gəlir, belə gəlib 5-dən keçib gedir. Məsələn, bu fx funksiyasıdır. Y bölü fx funksiyasıdır. Burada da 8-dir. Burada da 2 var. Təzədən 2-də, hə, 2-ni də yenə 8-də alıbdır da. X-i 2 verəndə 8 olur. Hə, bizdən soruşur nəyi? Bax, bu hissənin sahəsini tapmaq. Funksiyamız da veribdir. Funksiyamız fx bərabərdir ax kubu üstəgəl bx kvadratı üstəgəl cx üstəgəl d funksiyasıdır. Deyir ki, ştrixlənmiş hissənin sahəsini tap. Fikir var, bunu kimsə yazıb. Mən yazmışam müəllim. Necə Mən yazdın? də yazmışdım. Ha, cavab yox idi. Orada müəllim X-i 0 qoymuşdum. Birinci D-yi tapdım. Orada 4-ə bərabər yazdım. Hə, burada 5 verib, pardon. Bura Evet, 5 beşə verib, bərabər. bura 5 verib, burada da 4 idi. Deməli, -2-ni verib 4-ə bərabər etmək. 0 verib Bəli, 5-ə bir də bərabər iki. etmək. Bir də 2-ni verib 8-ə bərabər edib. onda ABC-ni tapdı. ABC-ni tapdınız, sonra Bizə B-lə ABC dedikdən sonra ABC-ni tapmaq olur. tap. Bizə B ilə D tapdıqdan sonra inteqralda A ilə C gedirdi. Sadəcə B ilə D qalırdı. B ilə D-yi də yerinə qoyduqda həll olurdu. Ha, aydındır. Yaxşı, onda gəlin mən də başqa bir yol deyim də. Yəni başqa bir yoldan gedək. Baxın, ümumiyyətlə burada inteqralda sahəni tapanda biz -2-dən 2-yə kimi istəmir bizdən. Təbii ki, bu funksiyada bu yerdə olsun. Yazaq qoy ax kubu üstəgəl bx kvadratı üstəgəl cx üstəgəl d. Düzdürmü? Bunu yazmalıyıq da. Cx üstəgəl d. İndi mən burada ümumiyyətlə nələrə fikir verməsəm daha sürətli nəticə alaram. Axı sərhədlər simmetrikdir. Sərhədlər simmetrikdirsə üstü 3 olanlar, tək olanları tullayaram. Heç mənə maraqlı deyil onlar. Niyə? Çünki 0 verir də onlar. Düzdürmü? Onlar 0 verir. Ev ki, tək funksiyadırsa, tək funksiyanın koordinat başına nəzər simmetrik olan hissəsində həmişə cavab nəyi verir? 0 verir. Düzdürmü? Bəli. Onda bizə qalır nə geriyə? Bx kvadratı qalır. Üstəgəl d qalır.
bu qalır. Buradan B ilə D-ni tapmaq. Və desəz ki, burada da biz belə yaza bilərik. Cüt funksiya olduğuna görə 0-dan 2-yə yazıb elə cavabı 2-yə vura bilərik. Əgər yolu Bəli. biliriksə yaza bilərik. Və buradan Demişik da müəllim. bundan sonrasında da gəlin belə bir şey eləyək. Məsəl üçün həmin nöqtələrdən istifadə eləyək. Bəli, mən də razıyam. Nöqtələrdən istifadə eləmək üçün də biz 0,5 nöqtəsindən keçdiyini bilirik. Deməli D-nin 5 olduğunu bilirik. Ümumiyyətlə bu sizə çox əllidən rahat tanışdır. Deməli D-miz 5-dir. Gəlin bu D-ni buradan silim. Bunun yerinə bir 5 yazaq. Bu oldu 5. Əla. B-ni necə tapa bilərik? Təbii ki, əsas funksiyada yerinə yazmaq lazımdır. Burada rol, yəni şey eləmək olmaz. Deməli, 2 verəndə 8 verir, -2 verəndə 4 verir. Yəni mən əgər ikisini də qoysam, məncə tapmaq olar. Məsələn, 2 Bəli, bəli. B'lər qalır, o birlər gedir. 2 qoysam yerinə 8A, bunu indi əyri yazacağam. Üstəgəl 4B, üstəgəl nə olur? 2C, 2C, üstəgəl 5 üstəgəl 5, bərabərdir 8. 8. Belə şeyi də qoysam, -2-ni də qoysam 4 olacaq. -2-ni -8A. qoyanda -8A üstəgəl 4B, birdən səhv yazaram deyə biraz yavaş yazıram. Sonra -2-ni qoyanda çıx 2C, üstəgəl yenə 5 bərabərdir 4. Bundan sonra toplasaq bunlar gedəcək. Bunlar gedəcək. 8B bərabərdir 10. Onu sağa salsaq 12-dən 10 çıxır 2. Düz yazıram. Yəni belə deyək. B də 4də 1-dir. Gəlin buradan 4də 1-i B-ni silək. Yerinə 4də 1 yazaq. Siz də eyni almısınızsa belə. Və salam. Bununla da gedəcəksiniz. Bunu hesablayıb cavabınızı alacaqsınız. Əgər cavabda tutaq ki, biraz fərqli cavab almısınızsa, elə o da cavabınız olacaq. Yəni bundan sonrası rahatdır. Yəni bu da maraqlı bir sualdır. Yəni burada biz bir də tək olanları tulladıq. Bu belə. Keçdik növbəti sualımız olan 23-cü sualı. 24. 24. Pardon, 24-cü sual. 24-cü sual əslində ümumiyyətlə səhv sual deyil. Sadəcə mən biraz düzəliş elədim. Yəni gedişatı eynidir. Sadəcə biraz düzəliş. Amma çətin suallardan biri sayılır. Bunu belə də qəbul edin. Yəni elə suallar var ki, onlar doğrudan da çətindir. İndi bütün suallar eyni səviyyədə olmayacaq. Mən burada düzəliş elədim. 5pi/18 yazdım. Üstəgəl x bərabərdir 1. Fikriniz varsa indi deyə bilərsiniz. Məsələn, necə getmək lazımdır? Burada deyir ki, 0,8 parçasına düşən köklərin sayını tap. Bu parçaya düşən kök sayını istəyir bizdən. Kök sayı. Neçədən? Bunlar mənim sinusumuzu gətirmişdim. Düzdür, 2pi/9-dan yazmışdım. Burada Sinusunu sonra cəmin üstünü hesablamışdım. Bəli. Bəli. İndi amma neçə almışdınız bir şey? Amma daha bana bilməmişdim. Xeyr. Gəlin onda elə siz yazaq. Deməli sinus pi/9-u ümumiyyətlə bəzən dərəcəyə keçib sonra radiana qayıtmaq olur. Yəni bu sizin öz işinizdir. Amma məsəl üçün elə belə də saxlamaq olar. Kosinusu da sinusa keçirik ki, cəmdən hasil keçmə düsturunu tətbiq eləyək. Məsəl üçün bunu necə keçə bilərsiniz? Çevirmə düsturundan da. Məsələn kosinus 90, yəni pi/2 çıxılsın. Nə yazmalısınız? 2pi/9. Pi/9 yazmalısınız. Düz gəlirmi elə olanda? Yox, düz gəlmir axı. 2pi/9. 2pi/9 gəlir düzdür. 2pi/9. 2pi/9 gələndə 9 çıxılsın 4, bəli, düz gəlir. Burada da çıx x yazsaq, bunu mörtəzədə qoysaq və salam düzəlir. Bərabərdir 1. Buradan alınır sinus, bura olduğu kimi saxlayaq. Pi/9 üstəgəl x, üstəgəl kosinus ad dəyişməsinə getdi. Sinus birinci rübə düşdüyünə görə işarə 2pi/9 çıxılsın x. Bərabərdir 1. Bundan sonra cəmdən hasilə keçmə düsturu necə idi? 2 sinus Cəmin Cəmi Aha, onda yazırıq 2 sinus. Cəmin birbaşa eləsək, toplayıb 2-yə bölsək 3pi/9 olur neçə? Pi/3. 3pi/18. O da elə pi/6. Pi/6 eləyir, eləmi? Bəli. Pi/6.
Düzdür. Vurulsun kosinus çıxıb 2-yə bölsəz, bunu çıxanda neçə eləyəcək? Mənfi pi bölünsün 9. Mənfi pi bölən 8. Aha, x çıxılsın olacaq da, düzdürmü? X çıxılsın, pi böl, neçə olur çıxanda? Mənfi pi böl 9, mənfi pi böl 18 olur görsən, elə mi? Çıxanda 2 Elim çıxanda x-i hə 2-yə böldük. 2-yə də böldüm də. 2 böldük. Bəli. Hə, bir də səhv yaza bilərəm amma yəni. Siz səhv yazsam, yəni gedişatı başa düşün ki, düzdür də. Yəni dərəcədən də yazanda baxın, belə hallarda dərəcəyə ona görə keçirlər ki, tez rahat görsünlər. Məsələn, 20 dərəcə bu eləyir. Məsələn, burada 40 dərəcə bu eləyir. Məsələn, 20 dərəcə çıxılsın, məsələn, deyək ki, 40 dərəcə, məsələn, böl 2 yazsaq, x-a heç baxmıram. Burada alınır mənfi 10 dərəcə. Görürsünüzmü? Yəni pi ilə işləməkdənsə dərəcə ilə işləyib sonra piyə qayıtmaq lazımsa piyə qayıtmaqda da fayda var. Bunu biləsiniz. Yəni bu da diqqətinizdə olsun ki, yəni daha sürətli eləyə bilirsiniz. İndi bundan gedir. Düzdürmü? Sinus 30 dərəcə 2-də 1. Deməli, bunlar getdi. Qaldı bir dənə bu. Kosinus nə zaman biri verir? Pi k-da verir. Pi x bərabər birbaşa yazsaq pi bölü 18-i sağa atırıq. 2 pi k-da verir. Düzdürmü? 2 pi k-da. 2 pi k yazırıq. Bura qədər tənliyi elədik elə ki, tənliyi gətirdik, bu hala çıxartdıq, həll edirik. İndi buradan sual. Buradakı aralığa düşən köklər necə tapılır? Burada belə olan hallarda siz pi-yə 3,14 qoya bilərsiniz. Unutmayın. Neçə qoya bilərsiniz? 3,14 və qoymalısınız da. Çünki ədəd olaraq seçilir. Siz də pi-yə ədəd olaraq baxacaqsınız. Və bu zaman əgər k-ya 0 versəz, birinci kökü var. Yəni 3,14 bölü 18 sıfırdan neçə düşdü ora? Bu birinci. İkinci, siz k-ya 1 versəz, 2 pi ədəd kimi baxacaqsınız. Neçə eləyir? 2-ni 3,14-ə vuranda 6 tam, bu 0 tam neçə? Bu da 6 tam neçə? Aydındırmı? Yəni 8-ə hələ yolu var. Yəni belə çıxır ki, ikinci kökdə bu olacaq. K bərabər 1 qoyanda olacaq. Və artıq k-ya mənfi 1-də qoysaz, yəni alınmaz, k-ya 2-də qoysaz, keçib gedir, düzdürmü? Və buradan artıq 2 kök olduğunu və cavabda kök sayının 2 olduğunu yaza bilirsiniz. Bax, bu axır hissəsini də əgər diqqətlə düşünsəz, yəni bunu da mənimsəməyə çalışsaz, çox yaxşı olar, belə cavabı ala bilərsiniz. Oldu mu? Bu keçək 25-ci suala. 25-ci sual. 25-ci sual, məsəl üçün, belə deyək də, elə beynimə gəlib yazmışam. Həqiqətən çox, bəzən insan çox maraqlı fiqur olur. Yəni, bu da elə ki, mən bilmirəm, haradasa görmüşsünüz, görməmişsiniz. Oxşaya bilər, amma sırf, yəni, heç nəyə bənzəmir. Deməli, əslində bildiyiniz sualdır. Yəni, çox adam bunu bilməlidir. Eləmişsiniz bunu? Müxtəsər vurum, bəli, müəllim. Bəli. Ürəti məxrəci vuruqlarından biri. Bəli. Burada elə ki, sürət z-3i vurulsun z-3i. Və z+3i. Bəli. Burada demək ixtisar gedəcək, birbaşa yazsaq z-3i qalacaq. Z-3i sol tərəfdə qaldı. Düzdürmü? Sağdan 2 vurulsun. Burada da 2 vurulsun. Z üstəgəl 2i qaldı. Bəli. Bu i ilə z bir-birinə oxşasa da bilin ki, ayrıdır. Təbii ki, mən burada vurub açmalıydım əslində bunu. 2 z çıxanda z qalacaq. 2-ni 2-yə vuranda 4i sola atanda mənfi 7i olacaq. Səhv yazmamışsa. Buradan da bizə həqiqi hissə ilə xəyali hissənin əmsalının tapılması deyil. Həqiqi hissə 0, xəyali hissənin əmsalı mənfi 7, 0 çıx 7-dən mənfi 7 almış oluruq. Bu belə maraqlı sual idi. Yəni mənə görə maraqlıdır, sizə görə maraqsız ola bilər. Yəni imtahanlarda belə suallarla qarşılaşa bilirik. Mənim suallar maraqlı idi. Ən azından kursun keçirdiyi suallarda daha maraqlı olur. Hə, hələ siz təsəvvür edə bilməzsiniz ki, mən onu bir vərəqin üstündə qaralaya-qaraya, vərəq tapmadığıma görə, vərəq çoxdur, ərin deyimdən durub başqa yerə gedib o vərəq, ağ vərəqi gətirmək dərdindən, qaralama bir vərəqin üstündə eyni şeyi güya həll eləmişəm də üstündəki, bunun cavabı bu çıxır. Yəni o dərəcədə, yəni vaxt olsa inanın ki,
çox maraqlı, yəni davamlı işləmək olar da bunları. Yəni mən bilirəm ki, sizə bunlar daha yaxşıdır, faydalıdır, amma adamın gərək vaxtı ola. Bu belə. İndi mən istəyirdim ki, bir dənə şey atmışdınız. Kimsə nə atmışdı? Bir dənə baxım şeyə. Loqaritmik bərabərliyi atmışdı. Bir dəqiqə, bir dənə yazım. Deməli, loqaritm, çünki bəzi suallar var ki, onların həllini şeydən eləmək olmaz. Yəni, mən bərabərliyi öyrənmişəm, nə bilim, bunu belə eləyəcəm. Elə yox, baxın, bu bərabərliyi həll etmək üçün funksiyanın artma, azalma xassəsi rol oynayırmı? Əslində, rol oynayır. Nədir o? Yəni, hamısını elə ucdan tutma, gəlin 2x 3 gəlsin bunun başına, 1-2x gəlsin 3-ün başında dursun, elə şey yoxdur. Düzdür, əsas birdən böyükdür. Əsas birdən böyükdür. Əsas birdən böyük onda loqaritmik funksiya necə olur? Artan olur da, düzdür uşaqlar. Loqaritmik funksiya artan olur. Yəni, loqaritmik funksiyanın qrafiki də budur da, bu formada gedir. Təbii ki, x-a indi mən mənfi neçəsə verməliyəm, o içərisi nə olsun? Daha doğrusu 2x 3 1 olmalıdır ki, düzdürmü? Orada absolu elə kəssin də. İndi bunun qrafiki ha tərəfdən keçəcək, sağdanmı, soldanmı? Yəni, bunu bilirsiniz. Yəni, bu tərəfdən gedəcək də, düzdürmü? Bilirik, bilmirik belə şey. Necə yəni müəllim? Məsələn, qrafiki necə gedəcək bilirik. Məsələn, qrafiki necə gedəcək? Hansı x oxunu hansı yerdən kəsəcək? X-a neçə verəndə bu tərəf? Sağ tərəfdən. 2x 3-ü 1-ə bərabər götürəndə x olur -1. Demək, x-a -1 verəndə 0 olur. -1-dən keçməlidir. Deməli, buradan getməlidir də, eləmi? Qrafik belə getməlidir. Bəli. Tamam. Amma yenə də artandır da. Bunu onsuz da bilirik. Artandır. 1-2x necə funksiyadır? Kim deyər? Azalan, artan. Azalan. Azalan. Məsələn, x-a 0 verəndə neçə alır? -1. Yəni, bir növ belə gedən qrafikdir. Düz yazdım mı? Bəli, x-a -1. Bir dəqiqə. X-a -1 verəndə yox. Yox. Demək, x-a 0 verəndə 1-dən keçir. 1 alınır. Hə. Yəni, məsələn də bu da azalan. Mənim maraqlı deyil. Əslində, bu hardan gedir? Necə gedir? Məsələn, x-a 0 verəndə y-i 1 olur. Hə. Yəni, azalan olduğunu bilirəm də. K-sına görə bilirəm. Nəysə, bunu qoydum qırağa. Deməli, biz belə eləyirik. 2x 3 böyükdür 0 olduğunu bilirik. Loqaritmik ifadənin altının müsbət olduğunu bilirik. X -1,5-dən böyük olduğunu bilirik. Oldu mu? Yəni, əslində bunun elə ki, bu hissədə, bu hissədə şeyi var. -1,5-də siz deyin, nəyi var? Sərhədi var da. Aydındır mı? O sərhədi keçə bilməz də o tərəf. Bu belə. Necə ki, loqaritm 3 əsasən x-da y oxu onun şeyidir. Adı yadından çıxdı. İndi biz bunu necə əldə edəcəyik? Demək, sol tərəf artandır, sağ tərəf azalandır. Bunu başa düşdük. Sağ tərəf k-sı -2-dir ona görə. Artan funksiyanı, azalan funksiya ən çox neçə nöqtədə kəsişə bilər? Bilirsiniz bunu? Şəkildən də görürsünüz. Ancaq bir dənə. Bu, gedib başqa yerdə qayıdıb gələsi deyil ki, ona görə ancaq bir nöqtədə kəsişə bilər. Bitdi. Bir nöqtədə kəsişə biləcəyini tutdunsa, buna seçmə yolu ilə kökləri yoxlaya bilərsiniz. Çünki bunlar elə bir şeydir ki, bunu ancaq seçmə yoluna yoxlaya bilərsiniz. Məsələn, x-a 0 verin. X-a 0 verəndə görürsünüz nə alır? X-a 0 verəndə. Məsələn, cavablara görə deyirəm. Cavablara görə. X-a 0 verəndə 1 alınır sol tərəf. Sağ tərəfdə də 1 alınır. Sağ tərəfdə də 1 alınır. Görürsünüz? O bərabərlik. Yəni, bir nöqtəsində bunlar kəsişirlərmiş. Deyə bilərsiniz ki, sizin şəklinizdə axı bunlar görünmür. Demək, şəkli düz çəkməmişəm də. Yəni, burada belə keçməlidir. Yəni, burada görüşməlidir. Və salam, bitdi. Yəni, bunu tapdıq. O da belə çıxır ki, məsələn, burada görüşəndən sonra bu davamlı qalxır yuxarı, bu da davamlı düşür aşağı. Demək, sıfırdan sağa doğru, müsbət sonsuza doğru cavabı götürmək olar. Demək, 0 müsbət sonsuzluğa x-a nə verirsən ver.
X-a nə verirsən ver. Sıfırın özünü ona görə götürmürsən ki, orada bərabərlik yaranır. Bizə bərabər işarəsi yox. Deməli, 0 müsbət sonsuz cavab olacaq. Bitdi. Aydındır. Yəni, buna xüsusi diqqət eləmək lazımdır. Artan, azalan bu şeylərə diqqət eləmək. Şərt deyil, mütləq şəkil çəkməliyik. Amma yəni şəkil də bizə göstərir, yolu göstərir. Amma belədə də başa düşürük ki, kəsişdiyi nöqtədən sonra təbii ki, artmağa davam edən funksiya, azalmağa davam edən funksiyadan böyük olmalıdır. Bitdi. Aydındırmı? Bu həmişə belədir. Çünki yuxarı qalxır, bu da aşağı düşür. Kəsişdiyi yerdə onların bərabərləşdiyi yerdir. Bərabərləşdiyi yerdə vəziyyət dəyişməlidir, sözsüz dəyişməlidir. Aydın oldu? Bax, bu da hər gün nəsə yeni bir şey öyrənmək çox maraqlı, lazımlı bir yoldur.